Tamam. Bismillahirrahmanirrahim. Ulu Tanrı'nın adı və yadı ilə beyin mühəndisliyinə qarşı Türkçə əski kitablar proqramının 471-ci bölümünün başlayırıq. Gedək görək bu günləri hangi kitab şansımıza çıxacaqdır ki, ondan tanış olaq. Keçənki gün bir neçə kitab tazaşdan indirdik, amma ondan öncə bir kitab açmışdıq. Mevlana'nın şərhi. Şərhi Məsnəvi Mə'nəvi. Əlbəttə bunları dünənki proqramdan sonra indirmişəm, axtara ki, görüm əcəba o kitaba bir ayrı kitab tapa bilərəm. Bunları gördüm, amma o kitabın adını əgər bula bilsək, o çox cəlib idi. Bu da var, Məsnəvidirlər. Bunları əlbəttə müqayisə üçün indirmişəm. Tərcümeyi Türkçe Səvaqib ya Cami-ül Fünun. Fikirəm dünənləri belə bir şey istirdik oxuyaq. Şərh-i Məsnəvi çox indirmişik dünənləri. Bunlara bir müqayisə etmək üçün cəlib olar. Ki, bir də baxaq ki, bunların içində Türkçəsi var ya yox. Cəvahirül Əsrar və Zəvahirül Ənvar. Cildi 1. Bunları da açdıq və gecənki gün biz fikirəm bunu açmışdıq, yadımızdan çıxıbdır. Bu kitab nədir? Əlbəttə çox açdıq, bunların çoxunu bağlayacaq. Və mən o kitabı ki, dünün açmışdıq, onu istəyirəm tapım. Bunları oxumuşduq. Təfsir Əş'ar Mevlana, dünən bunu açmışdıq, əgər səhv eləmirsəm, və bu Səvaqib Məani. Mənaqib Səvaqib Məani. Bu çox önəmlidir. Hangisi idi? Bu idi. Yox, bu başqa bir kitabdır. Ya bu idi, bu değildi ama. Bu değildi, bu başqasıydı. Bu idi. Dünən bunu oxurduq. Bu kitabı Oraqi dedik ki 89 imiş, sonra eliblər 92 və beləsi bir PDF-də 93 görsənir. Amma o iştibahı ki eləmişdim, mən o iştibahı düzəltmək üçün bu kitabı bu gün açdım. Keçənki gün burada bir ad oxuduq. Mən onu Mevlana'ya sifət olaraq oxudum. Səfənin də burada açmışıq, deyir ki, Həzrət Xudavəndgar Qəddəsənəllah Sirrəhul Əziz buyurduqları Məsnəvi Mə'nəvi şərif ilə mürşid kamil və surət و معنیه şamildir. بحر زخار معانی و کلمات ربانی و کشوفی الهیات لامکانیdir. وقتا که اول صفای دلهای غمناک و جلای چشمهای نمناک مولانا یوسف سینه چاک نور الله مرقده. من دیدم بچه bu Yusuf سینه چاک این o دلهای غمناک cəlay çeşmhay nəmnak kimi sifətdir Mevlana Həzrətlərinə. Amma dünənki yəni cələsədən sonra AI ilə bu bir bəhs aparırdı ki, bu kitabı görək orijinaldır, orijinal deyil filan bəhman. Əlbəttə gördünüz burada da Google-də axtardıq bunun birinci şeirini. Bu bir şeir ki burada vardı. Bu şeiri dedi ki bu soralar yazılıbdır və Mevlana'nın adına gedir. Amma da buna bəhs yetişmədi. Google AI ilə bəhs edirdik. Gəldik bura ki, burada sən iştibah edirsən. Bu Yusuf Çini Çak
Nəvvərəllah mərqədəhu. Bu elə bir adamdır və kitabı da var. Bu adam adıdır. Yusif Sinətac bir adam adıdır. Onu qeyd etdim bu günləri xidmətlərinizə ərz edeyim ki, bu bir kitabdır. Bir kitab yəni adamdır və özü çox ciddi bir alimdir, Mövlanadır və çox önəmli bir şəxsiyyətdir. Burada bir kitaplar var. Mövlana'nın şeirləri haqqında bu kitabları mən indirdim ki, bir baxaq görək bunlar nədir. Fars olsalar baxmayacağıq. Məsələn, bu birincisi Həkim Molla Hadi Səbzəvari və Əş'ar Ərəbi o در şərh Məsnevi və Mə'nevi Mövlana. Əvvələn bu kitabın 13 səhifəsi vardı ki, görürsünüz hər səhifəsində, PDF-in də hər səhifəsində onun bir səhifəsini qoyublar. 13 səhifədən ibarətdir. Məcəllə-i İlmi Ulum İnsani, ehtimalən insani də yazılıbdır, tisani yazılıb, əgər səhv eləmirsəm. Yox, insani yazılıb, mənim gözüm otur görürmüş. Sal سوم شماره 11 پاییز 1396 صفحه 45 33-45. Belə bir burada görürsünüz ki, orada çap olubdur və nam nevisəndi Məs'ud Pərivəş Məliki. Nə deməkdir? Bu bir taza bir istilahdır. Həm nevisəndədir, həm məs'uldur. Acaba məcəllənin məs'uludur ya nədir? Onu bilmədik. Bu farscadır və bunun önəmi mənə, farscalığını bildim, amma bunun önəmi mənə nə idi? Həkim Molla Hadi Səbzəvari ən son şəxsiyyətlərdəndir, qədim şəxsiyyətlərdəndir ki, fəlsəfə və məntiq üstündə çox işləyibdir və bunun kitabları əlbəttə ki, Hövzə-i İlmiyyənin bəzi yerlərində oxunur, əlaqəsi olanlar oxuyurlar və birinci dəfə bu şəxs gəlibdir fəlsəfənin və məntiqin istilahatın Yunanidən çeviribdir İslamiyə, müsəlmanların dilinə çeviribdir ki, oxuna bilsin və şey ola bilsin. Bunun nəzərinə gəlirmiş ki, bu bir elmidir. Yəni o zamanki dahi fəlsəfə, İslam dünya, müsəlmanların arasında ölümə getdi. Təhatüfül fəlsəfədən sonra bu Molla Həkimi Hadi Səbzəvari ki, türkdür, bu gəldi, bu nəticəyə yetişdi ki, müsəlmanlar bir başqa dildə olduğu üçün bunların mənilərini düz anlamırlar və kafir dili deyə, kafir dilində oxumayaq, onu oxumurlar. Fəlsəfəni, məntiqi oxumurlar, ya istəmirlər. Bunu müsəlmanların dilinə çevirsək, yəni ərəbiyə çevirsək, müştərək orta bir dil olsa, o şey aradan gedər. Bir yol axtarırmış adam və bu yol çox önəmlidir məncə. Və bu işi də görübdür, çox da cəlib bir işdir. Onun üçün fəqət bu kitabı istədim ki, bu şəxsiyyətin adı ilə tanış olasınız və görəsiniz. Bunu bağladıq. Əcəba bu Mövlanaları bu günləri qalsın, bir ayrı gün baxarıq. Bu günləri bu dünən də açmışdıq, sırə ilə bunun sırasına gəlsin. Mənaqib-i Səvaqib-i Məani 284 səhifəlik bir kitabdır. Dünən buna biraz baxdıq əlbəttə, amma bir də baxaq. PDF-də bu 142 səhifə görsənir ki, bunu 2-yə qatlayacağıq. Niyə ki, PDF-də kitabdan 2 səhifə qoyublar. PDF-in hər səhifəsi kitabdan 2 səhifəni göstərir. Kiçik, əgər diqqət eləsəz, səhifələri vursaq, burada görürsünüz ki, kamilən beləsi bir vəziyyətdir. Bəhs bu kitabın 284 səhifəsi var. Burada əlbəttə bir şey qıraqda yazılıbdır. Bilmirəm nə ola bilər. 129 yazılıb və 278 yazılıbdır. O qıraqda kitabın əvvəlində. Cildin əksi biz görürük ki, kitabın cildi var, amma cildindən əks verməyib. Əcəba sonda cildidən əks vardı, yoxdur, yoxdur. Sonda da bu kitabdan cildindən əksi yoxdur.
Deyir ki, bu kitabın 146 vərəqi var. Vərəqlər niyə səfhədən çoxdur? Bu önəmlidir. Çünki indi burada yazıb 142 PDF. Yəni qıraq vərəqləri göstərir. Amma bu yazıb 46. Ehtimalən kitabdan bir neçə səfhə cırılıbdır indi. Harasından bilmiyorum. Cırılıbdır və bu kitabın 46-dan gəlibdir 142-yə. Yəni 4 vərəqi bunun ən azından vərəq cırılıb. Yəni 8 səfhəsi yoxdur. Hər sətirdə bunlar yazıblar ki, 19 sətri vardı hər səfhədə və biz onu gərək oxuyaq. Kitabın enin boyunu da yazıblar, onlarla işimiz yox. Əlbəttə burada Tazaşdan qıraqda, yəni birinci vərəqçi cildə yapışıb ehtimalən orada bu belə bir yazı görürük. 130 vərəqi Səvaqib tərcüməsi. Kitabın 130 vərəqi Səvaqib kitabının tərcüməsi axəri nöqsan. Axəri də o tərcümənin nöqsan qalıbdır. 9 vərəqi əvvəl və axəri nöqsan Kəmankeşin Said bir risaləsi, belə ya Şahid bir risaləsidir. Yəni bu 130 artı 9 səfhəçi qalır. Onun 2 dənə kitabdan ibarətdir. 2 risalədən ibarətdir ya da ki. Biri 130 vərəqdir, Səvaqibin tərcüməsidir ki, axəri yarımçılıq qalıbdır və biri 9 vərəqdir ki, onun da əvvəli axəri düşübdür, 9 vərəqi qalıbdır. Kəmankeş ki, bilirik kimdir, onun şahidi bir risalə, belə bir şey deyə. Cəmən olub 139 vərəq qalanı burada. Belə bir şey yazıbdır. Yəni, indi biz burada bir mövzu ilə, bunlar yazılar olan vərəqlərdir. İndi bunun vərəqləri var, ağ vərəqlər var. Məsələn, baxın, ələn bu özü bir vərəqdir, oxuyuruq bu iki, əlbəttə bu kitaba yapışıbdır, bu hesab olmasa, PDF-də əlbəttə hesab olur. Bu bir səfhədir, bu bir səfhədə olur bir vərəq. Amma bizə baxanda bu B tərəfidir, bu tərəfdəki görürük bu B tərəfidir, bu birisi A tərəfidir. O birisi vərəqin arxası olacaq B tərəfi. Beləsi, indi burada görürük ki, bu kitabın sahibi kimdir, onu yazıbdır. Sonra da Kəmankeşin adını gətirib burada. İstəsəbəhu Əl-Əbdülhəqir Əhməd Şöhrətçi Şəhrətçi ola bilər. Əlbəttə, mən dönər bunu bir ayrı bir şey oxudum. Amma bu, nəzərimə indi gəlir ki, şöhrətçi oxuna bilər. Qəfərə Zunubəhu ehtimal olacaq. Tərcümeyi Səvaqib. Kitabın adı Tərcümeyi Səvaqibdir. Burada möhr qoyubdur. Bu möhr kimindir? Görək ki, bu möhrü oxuya bilirik. Məzhər-i lütfi ilahi İbrahim ibn Rəsul. Bir möhrüdür. Bunlar istəsəbu, yəni sahibi. Bunun sahibi, birinci sahibi ehtimalən Əhməd-i Şöhrətçi ola bilər. Ya şöhrət, əlbəttə satı var. Sat, şöhrət təsih kimi oxurar. Yəni, əlbəttə burada şəhri bəsçi. Belə bir şey oxuna bilər. Amma şey olmadığı üçün kamil bilinmir. Əş-şəhri bəsçi. Belə bir şey oxuna bilər. Burada bir yazı da qıraqda yazılmışmış. Əli Əl-Musəvi, Danış Əli Musəvi, Nəmənəzzadə, Müvalizadə. Burada da onun adı yazılmışmış ki, biraz da siliblər təəssüflə. Bu həqir və fəqir və پرتقصیر از سید الحاج عبدالقادر المعروف به امیر خواجه کمانکش الاسکندری bu kitab-ı müstətabi mülkümdən, yəni bu almışmış, sonra gəlib bunun əlinə ixrac edib Üsküdarda vaqe valide Atiq Cami şərifinə şul şərt ilə vəqf elədim ki, tələbə ulumidən hər kimə iqtiza edər isə rəhn qoya və yaxud kəfil milli və ya verilib ta qəraəti tamam olunca hifz edib nişan üçün kağızın bükməyə və cildin sökməyə və uşaq əlinə verməyə və təbdil və təğyir əgər şərt təbdil və təğyir əgər şərtlərin birin
xilafi zuhur edərsə, təzmin oluna fəmən bəddələhu bə'də ma səməəhu fəinnəma isməhu ələl-ləzinə yubəddilunəhu nəzm kərimi fəhbasıncə ism əsəm olmayələr. Burada belə bir şey yazılıb. Bir dənə də imza kimi bir şey vurulub. Bu ona rəbti yoxdur. Yəni imza da deyil. Bunu bir ayrı adam ayrı xəttinə yazılıbdır. Ki burada da möhrün vurubdur. Vəqf hazəl kitab əs-Seyyid Əli Əl-Qadir Əş-Şəhir bi Əmir Xacı Əl-Üsküdari bi Cami Validə Sultan Əl-Ətiq fi Üsküdar Sanəhullah Teala Anil Əkzabdır ya əkzardır. 1130'u görürəm mən. Burada indi bunu görmək olur tarixi. 189-cu kitabdır o vaxt mövqufədə. Onu orada görürük. Kitabın indi gələk bir fiziki baxaq. Kitabın ortasında görürük, qırağı görürük, çox kirlidir. Əl dəyən yerlər, vərəqlara diqqət eləsəz. Burada çox kirlidir. Ehtimalən ortasına su keçibdir və kirlidir. İkinci səfərdə diqqət eləsəz, burada yer qalmışmış kitabın bəzəyinə, təzhib olsun başında, amma olmayıbdır. Sonra Bismillah da bir kadrdadır. 2 dənə qırmızı xəttinə kitabın dövrəsinə çərçivə çiziblər. Bəllidir ki, bunun təzhibinə yer qaldığı üçün yarımçıq qalıbdır. Tamam səfələrdə, yəni bu 2 səfədə çərçivə 2 dənə cizgiyələndir, xəttinəndir, amma o birisi səhifələrdə bir xəttinəndir. Bunu gördük indi. Buna görə ki, kitabın səfələri, vərəqləri A və B tərəfi əgər cırılsa, düşsə, bir vərəq cırılanda kollən, yəni AB gedir da. Buna görə ki, bəlli olsun düşüb ya yox, ya məsələn cırılsa kitab eləyə bilərlər, səfərləri yerinə qoyalar. Hər vərəqin A tərəfi yox, B tərəfində aşağıda eşikdə sonki vərəq nə ilə başlayacaq, onun kəlməsini yazırlar, burada onu görürük. Eyni halda gəliblər bu kitaba vərəq nömrəsi qoyublar burada qıraqda, quşədə, sonra da burada aşağılıqda latincə, üstdə bizim, burada da 1 qoyublar, bu xacənin də yanında 1 qoyublar. Hər halda PDF-in nəzərində bu, özü ikisi bir vərəqdir ki, görürük əksində yəni. Kitabın xətti dünənki kitaba çox yaxındır. Əvvəldə göstərdiyim kitaba çox yaxın bir xətti vardı. Əlbəttə o çox sürətlə yazılıb. Məncə birinci nüsxə ola bilər, yazılmış ola bilər. Kitabın dedilər 19 səhifəsi vardı. Bizdə sayaq görək ki, var yox. 1, 2, 3, sətri var. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19 və sətirdən ibarətdir. Sətirlər araları yaxşıdır, pis deyil. Amma rəngin cöhəri keyfiyyəti aşağı imiş, onun üçün biraz yayılıbdır. Rəngin cöhəri yayılıbdır. Mətn qəri ilə yazılıbdır və ayrı rəhdən buradan gördüyüm qədər istifadə olunmayıb. Hətta burada məsələn bir ayənin ya bir şeyin üstünə xətt çəkiblər, o da qəri iləndir. Bunları görə bilirik. Aha, burada bir qırmızı xətti gördük. Bə'dəhu qırmızıdır və ondan sonra bir ayə yazıblar, o da qırmızıdır. Ətiyullah və ətiyur rəsul. Ehtimalən bu kitab siyasi olacaq, calibdir. Və burada babların görürük. Babı əvvəl, babı sani, yenə də babları qırmızı və şərhlərin qəri ilə yazıblar. Buradan oxumalıyıq. Ən azından o kitabı buradan oxumalıyıq. Kitabın ortasına su gəlibdir, bəzi yerdə də zədələnibdir. Görürük, məsələn burada görürük ki, ipləri qırılıb çıxıb eşiyə. Burada su görürük haləti var. Kitabın hərdən bir də o möhrü vurublar. Yəni görürük ki, möhür kitaba vurulubdur. Təəssüflə dedim, kitabın cöhəri keyfiyyəti aşağı olduğu üçün çox yerdə bu elə bir ki, məsələn, şey olubdur. Nə cür deyim, səfələr açıldıqca ya əl dəydikcə o rəngi yayılıbdır səfiyə və keyfiyyəti gedibdir. Məsələn, burada 2 səhifədə yazılıbdır, oxunmur.
demək olar ki, bir neçə kəlmənin oxumağı ya çox zor olar, ya da oxunmaz. Yenə də burada aynıdır. Ehtimalən bilmirəm niyə belə olubdur. Mənim nəzərimə əl gəlir, amma ola bilər ki, ayrı bir ittifaq düşmüş olsun kitaba. Kitabın burada görürük ki, yetişirik 47-ci vərağında A tərəfində görürük ki, kitab ərəbcə sözləri daha qırmızı yazmayıbdı, üstünə qırmızı xətt çəkməyə çalışıbdı və düz də çəkə bilməyib xətti, çünki xəttkeşdən istifadə eləməyibdi, əli ilə çəkibdi. Əcəba bunu özü yazar çəkibdi, yoxsa başqası oxuyub çəkibdi, onu da bilmirik. Burada 49B-də görürük bir dənə qırmızı kəlməni çərçivədən eşitə yazıbdı, bir xəttdir çəkibdi üstünə, sonra da onu 3 nöqtə qoyaraq bir-birinə gətirib yapışdırıb. Burası yəni bu harda boşdur, orada biz onu tapıb oxumalıyıq. Cədvəli də diqqət edin çəkməyiblər, bəzən gedib bir-birini kəsməyibdir. Yəni kitabın yazmasında diqqət eləməyiblər. Bəllidir ki, mühüm yerə yazılmırmış. Onun üçün də kitabın məsələn diqqət eləsək, burada əvvələn üsluq çəkiblər, yəni göz görəsi kəsməyiblər. Ölçü ilə çərçivəni çəkməyiblər, əl ilə çəkiblər. Onun üçün də məsələn bu səhifə ilə bu səhifənin aşağı yuxarılığını görürük. Eyni halda məsələn o xətt ki, əmudi gəlibdi, üfüqi onu gəlib kəsibdi. Burada görürük ki, biraz əmudi izafədir. Bu da bunu göstərir ki, buranı xətti çəkəndə diqqət eləməyiblər. Ya məsələn, bu birisi xəttində 51A-nın xəttində görürük ki, üfüqi xətt əmudi xəttin altından gedib o birisi vərəqa tərəf. Yəni kitabın düz ortasına can gedibdir. Bu da bunu hətta görürük ki, bəzən gəliblər bir-birlərini kəsiblər, ya gəlib burada gətirə bilməyibdir, onu istəyib gətirsin, bir düyün çıxıbdır. Bu da bunu göstərir ki, çox diqqətli bir kitab yazmağa, məsələn burada yenə üst tərəflərdə onları görürük, daha bunları deməyəcəm. Burada cöhərin damlamağını görürük ki, kitaba cöhər damlayıbdır. Və bu 2-3 səhifədə görürük ki, aşağı bölüm küllən məsələn rəngi qatışdırıbdır. Allah Taala rəhmət eləsin, amma bəzən də kasıblıq olur. Yəni cöhər baha, kağız baha filan biraz da məsələn bir zəif ailəyə yazılanda çox da diqqət eləmirlərdi. Burada indi kitabın gəlirik 71-ci vərağa, 69-un B, bu 70-dir, üzr istəyirəm, mən bunu 69. 69-un B 70, 70-in B-ində baxanda görürük yazıb ki, o birisi vəraq B ilə başlanacaq. Amma görürük kitabın ortası cırıqdır. Əvvəl bunu görürük ki, o orta dediyimiz yeri Şirazə cırılıbdır bir şey. Bu məni elə bunu görən kimi dedim, baxım görüm ki, səhvə də düşüb ya yox. Burada mənim nəzərimcə səhvə də düşübdür. Çünki edib burada var, amma burada görsənmir. Onun üçün əlbəttə indi bura su gəlibdir və ehtimalən hətta bir ayrı bir şeylər də gələ bilər. Kitabın isə tozdan, zaddan da gələ bilər. Palçıq belə gələ bilər. Kitabın üstündə bir palçıq kimi bir vəziyyət var. Onun üçün burada oxumur. Amma ən əsası budur ki, kitabın buranı oxuyaq, görək ki, bu səfə ona gəlir ya yox. Kitabda amma yazmışmışlar 71, bu da 71-dir. Yəni bu səhifə 70 idi, əgər diqqət eləsək. 70A, 70B, 71A. Beləsi nömrə ilə gedir. Amma əcəba bu nömrəni sonralar qoyublar kitab burada cırılandan sonra, ya əvvəldən var imiş onu. Mənim nəzərimə əvvəldən yox idi, çünki təqibə qoyulublar. Yəni səfənin aşağısında, B tərəfin aşağısında, ən sonda gətiriblər, yazıblar ki, nə olacaq? Bu bunu deyir ki, bu əvvəlcə belə idi. Sonra bir adam ehtimalən gətiribdir, dahi izafi vəraq cırılmasın, buna bir 71 qoyubdur. Ehtimalən bir ayrı məsələ. O da budur ki, indi biz burada 140-cı səhifədəyik əslində. Əvvəldə gördük ki, dedi, bu kitabın axiri şeydir. Mən bunu saxlasam, əgər qeysəm buradan, PDF-də 72 diyor indi. Mən əgər buradan qeysəm əvvəlinə, əvvəldə demiş ki, 130 səfə vəraq, səvaqib tərcüməsi axəri nöqsandır. 9 vəraq. İndi biz burada 70'deydik əgər səhv eləməsəm.
71. Bura gələndə görürük ki, burada ehtimalən cırılıbdır. Bunu oxumaq lazımdır ki, görək düzdür yox. Amma o dediği deyil. Hələ burada 130'a geçməyibdir. Onun üçün bura cırılsa da ortadan cırılıbdır və aradan gedibdir. Əlbəttə bunu elə indi burada oxuya bilərik. Məsələn qeydim mən buradan 1-2 səfər 1-2-3 sətir buradan 1-2-3 sətir buradan oxuyaq görək ki, nə olubdur. Bismillahirrahmanirrahim. Əl-hədis 1-2-3 sətir dedim, amma 10 sətir olacaq bu səhifədən. Əl-hədis İnnəlləhə Teala şərabən əəddəhu li awliyaihi izə şərəbu səkəru tabu və izə tabu aşu ilə axiri. Yəni bu hədisin axırınacan. Sultan-ül Aşiqin buyurdu ki, sirri budur ki, Həzrət-i Risalət Pənah. İndi burada dedik ki, beləsidir. Əl-hədis İnnəlləhə Teala şərabən əiddəhu li awliyaihi. Allah bir şərabi hazır edib awliyasına. Şərab yəni içməli. İza şərəbu səkəru. O zaman ki, içələr məst olarlar. Səkr üz verər. Tabu tövbə edərlər və iza tabu aşu. O zaman da ki, tövbə eləyərlər, aşu olarlar, yaşarlar. Əgər mən beləsi düşünsəm, düz düşünsəm. İndi bu aşuni şı yazmışmış, aşiq yazmışmış, onu xətləyibdi, sonra aşu eləyibdi, onun üstünə şuva yazılır da, cəmdə ərəbdə bir dana izafə əlif qoyulur cəmə, cəm bəlli olsun. İlə axirihi bu hədisin axırınacan Sultan-ül Aşiqin buyurdu ki, sirri budur ki, Həzrət Risalət Pənah sallallahu aleyhi və səlləm, Həzrət Peyğəmbər, yəni Mirac gecəsində qurbi xaussə yetişib, Qab-ı Qovseyn o ədna məqamında məxsus olacaq Həzrət Xuday bi həmtanın cəmal-ı cəlalin biçunisi, biçun olacaq ehtimalən, biçunini məqam-ı əhədiyyətdə bəsirət gözü ilə müşahidə edəcək huzuruna 2 nuridən cam gətirdilər. Birisi şərabən tuhur ilə tolu və biri dəxi lətifi sud ilə, süd ehtimal olacaqdır. Süd ilə məmlu. Bu 2 camın birisini içmək ixtiyar eylədilər. Dedilər ki, bu 2 damdan birisini iç. Biri süddür, biri şərabdır. Ol Həzrət südü ixtiyar. Burada yazıb edib, amma əcəba burada oldu ya yox. Deyək ki, edib ilahi hər nə hində istəsələr görünürlər məhəlli ehtiyacda sədəqə. Tamam, kitab vəsətdən cırılıbdır. Yəni, hətta biz bunu fərz elədik ki, kitabın buradan bu yüzəsində bir ayrı dəlillə başı cırılıb, indi onu da deyərəm. Biz bunu fərz elədik ki, bu kəlmə ki, aşağıda yazıb edib, o birisi səfərin əvvəlində gərək olsun, var və kitabı oxumağa başladıq. Amma görürük, orada duaya geçdi, hədisdən çıxdı. O halda ki, burada hədisdən idi, Həzrət Peyğəmbər südü ixtiyar elədi, yəni içdi. İndi buradan sonra o şərabi təhuranın məsələsini deyəcəkdir, ya südün məsələsini tozih verəcəkdir, o yoxdur. Burada bəs bəlli oldu ki, səfə 71-ci vəraqda, yəni 70 var, A və B var, 71 yoxdur. Kitab burada cırılıb. İkinci dəlil budur ki, burada bu kitabın çarçıvəsi qutarır. Yəni, daha çarçıvə yoxdur. Bəllidir ki, buradan bu üzə bir ayrı mövzuya geçdik. Bu da o deməkdir. Yəni, bir ayrı kitaba geçdik ehtimalən. Qələm aynıdır əlbəttə. Ola bilər bir neçə səhifə vəsətdən cırılıbdır. Ola bilər ki, ayrı kitab olmasın. Amma çarçıvəsi niyə yoxdur? O məni biraz şəkkə saldı. Qələm təqribən aynıdır. Cöhər aynı görünür. Pıntılıq aynı görünür. Bir də pıntılıq oxuyanlardandır, yazanlardan deyil. Bu birisi tərəfdə su gəlib kitaba və kitabın rəngi kamil qatışıbdır. Yəni, oxunmaq imkanı bunlarda nəinki olmaz, amma təqribən ən azından 70 deyək ki, zora düşər adam.
həm səfənin rəngi yayılıb, həm də su gəlibdi, təqribən çox şey eləyibdi buranı. Kitabın dediyim kimi şey yoxdur, o səfələr yoxdur, amma əcəba bu kitab o kitabdır, gərək oxuyaq, görək ki, onun qonusu nədir, bunun qonusu nədir? Ola bilər ki, əcələ ilə yazdıqları üçün kitab əcələ ilə çərçivədə çəkiblər, görüblər. Onu da gördünüz də, yəni çərçivə çəkəcək, təsnif yazacaqlar, onu nəqqaş eləyəcəklər, onu eləməyiblər. Çərçivələrə diqqət eləməyiblər. Bəlkə də gəlib bir yerdə ki, deyiblər, kitabı verir, istəmirik daha. Alıblar, aparıblar. Amma bunu bilmək üçün gərək orada baxaq. Bəli, qətlən kitabın burada bir 70 və 71 arasında ən azından bir vərəq düşübdür, amma oxumaq gərəkir ki, bunu mütməyin olaq. 70-dən o üzə su gəlibdir. İndi baxın, 70-in B tərəfində suyu biz görmürük. Bu da bir nişanədir. 70-in B tərəfində və A tərəfində, yəni su gəlsəydi bura, gərək A da 70 də istisna idi. Amma biz burada 70-i görmürük. Ola bilər ki, kitab burada çox islanıbdır. Bunları cırıblar, çıxadıblar. Ola bilər belə olsun. Buradan sonra 70-dən sonra kitab görürük ki, kamilən su gəlibdir. Bir neçə səfəsi əslən demək olar ki, oxumağa əlverişli deyil. Yəni mən 75-ə baxıram indi. Təqribən bunlar oxunar, əlbəttə 75 bəlkə biraz oxumaq olar rahat, amma o birisi 71 də oxuna bilər biraz. Amma 72 oxunması %70 zora düşər adam və 73 daha belə, 74 daha belə. Ondan sonra düzəlir biraz, amma yenə 78-də su yox, amma o cöhərlərin bir-birinə şeyi görürük. Bunu nə ilə sürüb belə olmaq olar? Bunu gərək məsələn bir parça ilə, zadla bir şey ilə belə üstünə çəksən, bunun rəngin qatasan. Amma rəht gedibdi kitabın hər yerinə. Əcəba bu bir nəfər bunu istirmiş ki, oxunmasın, ya nə cür? Burada da kitabın elə bir ki, məsələn bir sumbatı ilə zadla, məsələn belə adca sürtülüb kitab bir-birinə vərəqlar, rəngi şey olubdu, yəni dağılıbdı. Əcəba bu həman kitabdır, o daha görürük ki, bir xəttlər görsənmir, mənim o cür bir şey, onun əlbəttə gözəlləşir, ondan sonra dahi su da yoxdur, yəni ne kimdir səhifədən heç baxmadıq bunu, diqqət eləmədik. Yaxşı, bu 81-dən sonra 81-in A tərəfi xərabdır, B tərəfindən düzəlir, 82 düzdür və ondan sonra dahi düzəlir və gəlir aynı xətt ilə çox da gözəl bir yazıdır. Əcəba bu həman kitabdır ya başqa bir kitabdır, bu necə eləm? Burada indi 99-cu vərəqa gələndə A tərəfində görürük ki, 2 sətrin üstünə qırmızı xətt çəkiblər. Başının üstünə yox ki, təkid ola. Üstünə çəkiblər. Yəni, qələtdir bunu oxumayın deyə bir xətt çəkiblər. Əlbəttə, burada xətti də bəzən çox gözəlləşibdir. Yəni, ələn məsələn, burada nəzm yazıblar. 99 aşağıda qırmızı qələmlə bir nəzm yazıblar. Bu kitabın heç yerində görmədiyimiz bir əlyazmadır. Əlbəttə, burada üstdə də bir-iki dana sətri yazılıbdır ki, onun da yenə xətti biraz fərqlidir. Kitabın 109-cu səhifəsində kitabın qırağından, aşağıdan qırağından su gəlibdir və çərkəsafət gəlib kitabın içinə. Hətta 110-cu səhifə cırılıbdır, onu bir kağızla yapışdırıblar. Bunu da görürük. Hər iki tərəfdən. Ora cırılmışmış ya da nə deyirik, deyək ki, belə. Amma kamil cırılıb düşməyibdir. Onu iki tərəfli bir kağız qoyublar, qatlayıblar, yapışdırıblar. Şey olmasın, o cırıq 111-ci səhifədə də görünür. Və beləliklə biz kitabın təqribən sonları 120-nin A tərəfi salimdir, B tərəfinə su gəlibdir, calibdir, bu nə cür? Əlbəttə, kitabın ortasında 120-də də su gəlibdir, amma 121-də bu su oranı hesabı xərablayıbdır. İndi, yenə burada aynı məsələ görürük, kitabın ortasında bir boş yer var. Nə olubdur burada? Buna da baxaq. Burada yazıb ki, məzkur
Yəni o birisi səhifədə məzkurla başlayacaqdı. İndi bir dənə bir yazıblar, o nədir onu bilmirəm, amma burada yoxdur o. Məzkur kəlməsi yoxdur. Buradan da bəllidir ki, kitabın 121-ci və 120-ci vərağın arası düşübdür bir neçə səhifə. Bir ya izafət səhifə burada düşməyi görürük. Çünki burada məzkur hələ o birisi kəlmə hər nədir? Burada görmürük onu. Yəni mən sətrin başına baxıram, görürəm ki, yoxdur. Bu da onu deyir ki, kitab orada da yenə səhifəsi düşübdür və davam edirik. Bunu buradan iki yerdə biz gördük, diqqət elədik. Hətta bu kitabın içinə tük dökülübdür. Bu tükü yaxşı götürməyiblər. Bu tükü əgər sorular olsa bunu azmayış edib bilmək olar ki, bu kim imiş ehtimalən DNA-ni tapmaq olar. İki dana tük burada kitabın ortasında düşübdür, qalıbdır, əksini salıblar. Çox gözəl. Bunu sevdim ən azından. Bəlkə DNA-nə bunun şey eləmək. Dua edərlər, bəli, onlar yerindədir. Mevlana Əmirqani əvamə məxsusudur. Kitabın gəldik yetişdik 130-cu vərağına diqqət buyurun. Burada görürük ki, o adam da əvvəldə yazmışdı 130-cuda naqisdir birinci bölüm. İndi burada görürük ki, naqisdir. Niyə? Hardan naqisdir? Bunu oxuyaq. Nəql olunur Sultan Vələd Həzrəti Mevlana'nın oğlu. Nəql olunur Sultan Vələd Həzrətləri rivayət edərlər ki, Hafiz Yusif dərlər Quniyyəli Qur'ancılıq eylə məşhur bir kimsənə var idi. Qur'an-ı Əzim oqurdu. Füqərayı Mevlana, buranı görürsünüz düzdür. Amma indi burada yazıb əşyada. Bu səhifə düzdür. İndi gəlirik bu 130-un ayını oxuduq biraz. 130-un B-yi də düz gəldi. Aşağıda indi görürük ki, burada yazıb da əvamə məxsusudur. Bu birisi səhifədə yoxdur və bir qoyublar burada. 131-i yazıblar latincə, amma burada bir dənə də bir deyək ki, ərəb-türkcə qoyublar. Xətt dəyişir. Əl yazma dəyişir. Diqqət buyurun, əl yazmalar kamilən 2 dənə əl yazmanı bir səhifədə görürük. Hətta mən bunu bura görə ki, kamil görünə yekəldim, kamil görək. Diqqət buyursanız görürük ki, bu səhifə B tərəfi və bunun A tərəfi heç birisi bir-birinə aşağıda əvamə məxsusudur. Burada yoxdur. Bunun xətti ilə bunun xətti fərqlidir və indi bunu biraz da oxuyaq görək ki, necə olur. Nüktə. Bir gün Həzrəti Mevlana'nın huzurunda zikr olundu ki, Ziyaəddin Qari Səbəxan zamanənin Əbu Həfsidir və dövranın qalunidir. Hər gecə bir xətm edib, ondan yetir Həzrəti Mevlana buyurdu ki, Cəvzi Əbu İyü seyir etmək, cüzi ya da cəvzi İyü seyir etmiş, seyir ehtimalə Əbu Sir olacaqdır. Ehtimalə Cəvzi Əbu Sir imiş, amma içində nəğzi və xətti yoxdur. Zira kitab 4 qism üzrədir. Üzrə məbnidir. Əvvəl ibarətdir, sani işarətdir, salis lətayifdir, rabi həqaiqdir. İbarət burada yoxdur daha. Bu davam eləmir. Çox da gözəl bir bəhs açmışmış. Bunun da əvvəli yoxdur. Çünki indi bu 3-cü yerdir. Əgər səhv eləmirsəm, ya 4-cü yer oldu, yadımdan çıxdı ki, kitabın ortasında vəraq yoxdur. Əlbəttə əvvəldəki ilə mütəvəccüh olmuşdu, amma biz burada izafi mütəvəccüh olduq. Gördük ki, şeydir. Kitabı sonra gətiriblər, bu ədədləri qoyublar ki, dahi çox düşsə bilinsin. Bunu da gördük. İndi buradan xətt dəyişdi, qonu dəyişdi, onun əvvəli yoxdur, onun axırı yoxdur, bunun əvvəli yoxdur və xətt çox gözəllə davam edir. Yenə də burada hər bu birincinin A tərəfidir, B tərəfinin aşağısında çox ya çün yazıbdır. Burada gərək olsun, görürük ki, burada çörə olubdur. Ola bilər ki, biz burada çox görürük ya çörə görürük, o elə həman bu olsun, təqribən deyərək ki, bu
deyərik ki, bu aşağıda biraz sürəti ilə yazıblar kəlməni. Məsələn, çörə, bu da çörədir, elə oxunur, bir-birinə bənzirlər. Onu bənzədib oxuya bilərik. Bunu görürük ki, davam edir və əlbəttə bu çox aydın və açıq, mürəkkəbi də çox gözəl, yəni dağılan bir mürəkkəblə yazmayıblar. Qırmızı rəngdən bəzi yazılara istifadə ediblər. Qərə yazıların, yəni türkcə yazıların üstünə səslərin qoyublar. Yəni e'rab qoyublar bir çox yerdə, bəzi kəlmələrin üstünə, tamam kəlmələrdə hərflərin üstünə qoymayıblar. Bəzi kəlmələrə ki, ehtiyac vardı, oxunsun, düz oxunsun, onlara səs qoyublar. Məsələn, yazıb da aşağıdan, aşağı həman, aşağıdan yuqarı. Məsələn, buna səs qoyubdur. Amma məsələn, o birisini yazır ki, qəbzədən, qəb ehtimalən beləsi olacaqdır. Ya üçüncü həman olacaqdır. Beləsi görürük ki, bəzi kəlmələr, amma ərəbcələrin üstündə dərbəyani lüb sənduqə. Məsələn, bu nə deməkdir? Çox cəlib bir şeydir, mənə bir şey yaratdı. Bəzən, yəni hər yerdə yox, bəzən 3 dənə böyük nöqtə, qırmızı nöqtə qoyubdur bir-birinin üstünə ki, kəlmələrdən yekədir. Bəzən bir dənə qoyubdur. Bu nə deməkdir, harada qoyubdur? Çünki məsələn, iki səfhədə fəqət bir yerdə 3 dənə nöqtə qoyubdur. Sonra kitabı cəlibdir. Bu kitab qərşu yürüyüb tapu qalalar və cümləsi geriyə gedələr və ondan sonra kəndir oynayalar təmmət. Burada bu kitab qutardı, bu yazı qutardı. Kitab-ı Sələhşuran təsnif əmir möhtərəm Bəhram bəg Rarğədə. Bu bir ayrı kitabdır. Kitab adı Kitab-ı Sələhşuran, təsnif yazan əmir möhtərəm Bəhram bəg Rarğədə. Rarğədə bu adamın adıdır. Bir kitab yazıb, adı Kitab-ı Sələhşuran. Və bu o qutaranın dalısından gəlir. Yenə də o əvvəldə yazan bu kitabı oxumayıb, fəqət biraz diqqət eləyibdir. Biz indi daha ondan çox diqqət elədik, görürük ki, bunun əvvəli yoxdur, axırı var. Kitab təmməti qoyubdur. Ondan sonra bir ayrı kitab başlayır aynı xəttinə. Və bu da əcəba burada andan, bəli, düzdür, oxunur. Kitabın aşağı tərəfinə su gəlibdir. Qəbağa deyə bir kəlmə yazıbdır, amma zahirən burada cırılıbdır və kağız yapışdırıblar. Bu kağızın da əksi düşüb bu tərəfə su gəldiyi üçün o qəbağəndə biraz aşağısı xarab olubdur. Kitabın sonu burada görürük ki, yenə cırılıbdır, yoxdur. Ən azından bir səhvə burada düşübdür, amma adı Kitab-ı Sələhşuran olduğu üçün bunun çox yeri cırılmalı olar. Əlbəttə bunu oxusaq təşxis verərik ki, neçədən, çünki çox da deyil, neçə şeyi cırılıbdır. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin və afiyetun lil muttaqin və la udvane illa aləz zalimin və sallallahu alə seyyidina Muhammedin və alihi əcməin. Əmma bəd bilinə ki, bu elmi silahşurluq, silah haqqında danışacaqdır. Bu elm silahşurluq bəyanında əyan etdik ta kim oqiyanlara fayda ola inşallah taala. Əvvəla meydan başı təyin oluna və meydan başından tuli 3 tuta. Yay ilə 60 yay özünü yerdə əvvəlki qovm vəz ola. Tamam. Görürsünüz ki, bu da savaşın haqqında bir şeylər yazacaq. Əslində bu kitabda 3 dənə risalə var. Biri çox uzundur, ikisi qıssaymış, bunun axırı yoxdur və bu Sələhşuranın axırı yoxdur. Bu birisi hər nədir, bunun əvvəli yoxdur. Xətləri bir-birindən də fərqlidir. Əlbəttə adam oxusa bilər ki, bundan nə qəd düşübdür, ehtimalən fəsl. Burada indi əgər müqəddəmə olsa burada bilinər, olmasa ki,
devam eder bu kitabda ki, əsli kitabdır və xətti də az bəllidir, cöhəri də şeydir. Bu çox əcələ ilə yazılmış bir kitabdır və o əcələ kamilən görsənir. Qeydaq kitabımızın əvvəl başından başlayaq oxumağa, görək bu kitab bizə nə verir, nə deyir. Qeydaq ki, burada əvvəldə kitaba görə bir iddə ittilaat yazıblar, amma məncə doğru deyil və bundan çox səhvələr düşübdür. Ən azından biz bunu bildik. Kitabın adı tərcümeyi səvaqibdir. Burada yazıb onu. Bismillahirrahmanirrahimdən başlayaq, oxuyaq, görək ki, bunun bizə verdiyi nədir. Dediyimiz kimi bu kitab əcələ ilə yazılıb, cöhəri yaxçı deyil və görürük ki, buradakı üstdəki sətirdə ikinci səhifənin A-ında A tərəfində görürük ki, üstdə bir sətir çarçıvədən eşikdə yazılıb, gedib eşikdə o tərəfə. Niyə beləsi çəkiblər, çarçıvənin içinə salmayıblar? O da bir məsələdir ki, sormalıdır. Bismillahirrahmanirrahim. Bir həmdün əzim nuri ki, 100 birdir, dinci gök güneşi gibi güneş anın cemali ba kemalün aydınlığından bir zərrə olmaz. Nə demək oldu? Allahın haqqında. Bir həmdün əzim nuri, həmdin özünün əzim nuri ki, 100.000 dördüncü gök, 100.000 dördüncü gök güneşi gibi, gök güneşi gibi güneş anın cemal ba kemalünün aydınlığından bir zerre olmaz ve bir nişa mahiyeten 1000 mahtabi mahiyeten değil bu ve bir sana olabilir, ihtimalen beləsi düşübdür. Bir sana mahtabün, bir sana mahtabün, mahtabi ki bu felek Bedri anın hilalının xiyalına erişmeye yol bulmaz ve dahi menakib sevakib meani sinin lalileri olar. Lalileri ki gögüller təbəqələrində olan nücum onların nuri verməsin. Onların nur verməsin zamanında sedef khurdeleri gibi bəlkə hər birisi məqam və mərtəbələrində xəzfi parələri kimi, xəzf nə deməkdir bilmirəm, xəzf parələri kimi görünür və dəxi Hazret Mevlana Celaleddin Rumi mazhar qudret Mevla və mazhar izzet xeyrülbəşər və müşiri siddiq ekber və müşiri siddiq ekber və xələf eولاد معانی heydər olub aba və əcdadının yerin tutqan can məşriqdən tulu edib və ruz و şəb zahiri aləmni nur ilm و əməllə toldurdu. Xudavəndgarlığa layiq sultandır. Xudavəndigar sözü bu irfanda nəyə işlənir ki, Mevlana'ya işlənibdir. Dünənki kitabda da, keçənki cələsədə də bunu gördük, Mevlana'nın şərhində Xudavəndigar işlənmişdir. Burada da işlənir. Farscada Xudavəndigar ilə Allaha deyirlər. Amma burada başqa bir məfhumda işlənibdir. Xudavəndigarlığa layiq sultandır. Görürsünüz ki, məsdər işlədir. Xudavəndigarlığa layiq sultandır. Zira aləm-i mülk-ü mələkutun olan aşiya ehtimalən aşiyan olacaq, nun yazılmayıbdır amma. Aşiya anın nəzəri və yoxluğuna dəlil-i binəhayətdir. Dəlil-i hədis o zat olsa, dəlil-i hədisi o zat olsa, aydat
və salavat-ı salam. İndi burada kitab düşübdür bir səfə. Niyə? Çünki burada aşağıda B tərəfidir səfənin. Bismillahla başlayan B tərəfində başlayıbdır. Kitabın ortasında iki yerə də çəsb, yapışqanla bir kağız yapışdırıblar. Ehtimalən cırılmağa başlayırmış, onu başlayıblar. Amma aşağıda cədvəlin eşiyində qıraqda təqibə budur. O tərəfdə təqib eləyəcək bunu. Şəminə. Şəminə yazıb, amma burada o üstdəki və salatu salamu təhiyyat onu sonra əlavə ediblər. Şəminə var, doğrudur, cırılmayıbdır. Cırılmayıbdır çünki çarçıvənin içində şəminə doğrudur, amma üstünə sonra gəliblər dəlil ehtimalən burada beləsi olacaq və dəlil hədis o zat olsa salavatu salamu təhiyyatun qərra inciləri ehtimalən qərra inciləri ki bəsirət təxtünün murdevi olalar ariflərin gözləri zirə abdur. Ol səbki cəmali. Bu nədir deməkdir? Çünki davamı bundan gəlmir. Niyə burada yazıblar? Onu mən anlamadım. Amma bu sətrin bu yüzə indi su gəlib, nə gəlibdir? Kitabın əksi düşüb bu birisi A-nın üstünə, üst tərəfinə özəlliklə. Hər halda kitabın əgər oxusaq, dəlil hədis o zat olsa ehtimalən şəminə, Uveys də ola bilər. O zat Uveys şəminə nisar olsun ki İbni nədir bu kim? Nə mənə oxumaq olar? Onu İbn oxusaq, bunda məting belə bir şey oxunacaqdır. Nisar olsun ki İbni məting mühəqqiqlər və vəsqi burada bu xətti oxumaq biraz özü indi çox önəmlidir. Vəsiq yəminün ehtimalən beləsi oxunacaqdır, amma məncə düz oxuya bilmirəm. Vavdır, satdır, qafdır, ehtimalən redi ya nədir o bilinmir. Qafdır yenə də. Səqarq, vəsqarq, vəsəqqı nə mənə oxuna bilər bilmirəm. Mühəqqiqlər və sufuf yəmin, hər halda yəminün müdəqqiqləri mühəqqiqin ehtimalən və beləsi oxusuq necə olar? Şəminə nisar olsun ki in miting mühəqqiqlər və suquqi yəminün müdəqqiqləri onun pərvasidir. Əni حبیبی که خطیبی منبر مقام محمود و امام مدینه وجودdur sallallahu aleyhi ve sellem ve ala alihi tahirin خصوصا حضرت امیر المؤمنین ابو بکر صدیق و امیر المؤمنین حضرت عمر و حضرت عثمان و حضرت مرتضی علی. Əlini yazıbdır, Əlini çox əcib yazıbdır. Əlini əvvəl Əli kimi yazıbdır. O ucu ki gəlir ya olacaq, o ya gətirib aşağıdan laya çeviribdir. Çox gözəl bir şey oldu. Amma belə deyib ki, onu indi belə oxumaq olar. Əli, burada ehtimalən bu ya ki göndəribdir la, o əlif oxunsa Ənə mədinətül ilmi və Əliyyün babıha və Həzrət Hüseyin Əl-Səid Əl-Şəhid də ola bilər, amma nöqtəsi yoxdur. Ola bilər Əş-Şəhid. Həzrət Hüseyin Əş-Şəhid deyənə təzaşdan yazıbdır. Və Həzrət Hüseyin Əl-Səid və Həzrət Hüseyin Əş-Şəhid. Məncə elə həman ikisi təkrar olub burada. Həzrət Hüseyin Əş-Şəhid yenə təkrar olub. Həzrət Hüseyin Əş-Şəhid və əla mən təbəəhum ilə yevmiddin. İlləti bu ki, bəzən oxuya bilmirəm. O hərflər qatışıbdır, bəzən
adam nöqtə kimi görsənir ya əlif kimi görsənir, orada qalıram ki, bu nə deməkdir, nə cür olur? Məsələn, elə üstəki oxuya bilmədik, o da belə bir halət ola bilər. Hala o zehnimdədir ki, nə mənə oxuyaq onu. و علی من تبعهم الی یوم الدین رضوان الله تعالی علیهم اجمعین. خدای متعال حمد و ثنا و حبیب ذوالجلال'ın nimeti ada olunduktan sonra معلوم ارباب معارف و مفهوم مشاهده اصحاب عوارف'dır ki bu دعاجوی خام عرصه میدان و خاکروب آستان bu ne olar? Bunu kiçil eləyək. İndi əgər eləyə bilsək, buradan çıxsaq, bunu rahatca eləyə bilək ki, yekəldək görək. Olduqdan sonra معلوم ارباب معارف و مفهوم مشاهده اصحاب، مثلا اصحابın üstünə bir dənə mədd qoyub da ashab oxunur. اصحاب عوارف'dır ki bu duacuy خام عرصه میدان و خاشروب آستان cində astan təkrar olubdur. Astan və xoş sərdastan da oxuna bilər. Və xoşçin. Xoşçin əlbəttə bir şeydir. Bir istilahdır xoşçin. Bunu mən bir kitabda oxumuşdum, zehnimə indi gəldi deyim. Xoşçin nədir? Deyək ki, bizim bir zəmimiz var. Buğda əkmişik ya bir şey əkmişik, hər nə mənə. Arpadan, nə bilim, noxuddan, filandan. Bu da bir şey, mərcidən, zaddan əkmişik. Bir şey əkmişik. İl başı bunlar yetişibdir, gəlib yığmışıq, getmişik. Bir də köçəri adamlar var idi ki, bunların yerləri yox idi, köçəridilər. Bunlar o zəmi biçiləndə gözlərdilər, o bölgədə olsaydılar, gözlərdilər. O şey sahibi zəmini yığıb gedəndən sonra ki, daha gözün götürdü, işte mən buradan bir şey istəmirəm. Yığdı, getdi. O adamlar gələrdilər burada, yerə düşən sümbül olsaydı, bir bağ olsaydı, ya hər nə mənə ki, yerdən tapa bilsəydi, onları toplardılar. Onları aparardılar, onlarla geçinərdilər. Onlara xuşçin ya xuşəçin deyirmişlər. Və onların əlbəttə deyirlər haqqı abicilləri var. Yəni su və torpaq haqqıları var. Yəni ona da belə deyirlər ki, yəni o zəmini biçənlər normalda məsələn çox diqqət eləməzlər. Töküldü, yerə tökülmədi. Bunu da ona görə ki, bu onların ki, bu torpaqlarda su və torpaq haqqıları var. Hətta heyvanlar onu gəlsinlər, yesinlər. Belə bir düşüncə var. Ona bu istilahı yaradıblar, xuşçin ya xuşəçin. İndi ehtimalən astani, yenə burada bir sər kimi görsənir, amma sər astan ya sər dastani və xoşçin xərmən ərbab. Gördünüz, xoşçin gəldi bura. Xərməndə də ehtimalən bunların səhmi olurmuş. خوشچین خرمن و ارباب معانی ابرارdır. ابرار و دریوزه dilenci ve دریوزه ابواب kibar a'ni Derviş Mahmud. Özünün adı kimdir bu? Kitabın əvvəli adını deyək. Deyək ki, tərcümeyi ad tercüme-i sevakib meanidir. Yazıblar üstündə, amma biz burada sevakib görmədik. Amma baxarıq, görürük ki, var ya yox. Kitabın öz içində desə, biz də əlavə edərik. Ondan sonra deyibdir ki, nə mənə yazar kimdir? Yazar درویش محمود شنوی خان مثنوی خان در جاه خداوندجار. درویش محمود bu elə adıdır, amma Məsnəvi xanın da biz yazıqdan Məsnəvi خان در جاه خداوندجار.
Bu adamın adı ola bilər elə. Bu adı Məsnəvi oxuyan imiş və təfsir eləyən imiş ehtimalən. Bu buna məşhurmuş. Bəs bir də oxuyaq deyək ki, معلوم ارباب معارف و مفهوم مشاهده اصحاب عوارف دورچی بود دعاجوی خام عرصه میدان و خاشرو و آستان راستان و خوشچین خرمن ارباب معانی ابرار و دریوزگر ابواب چبار اعنی درویش محمود مثنوی خان درجاه خداوندجار ابتدای سباوتدن uşaqlıq ابتدای سباوتدن اخلاص محبت اهل الله bu zayıfın dil و جان عظیم dil canine azim eser edib iştiyaq و محبتdə سوزان و جدازان iken ناجاه سعادت یلی اسب bu بی چاره ناتوانی مثال برج چاه عزیزم و استادم şeyxi kimdir bunun? Ve ustadım azizim ve ustadım şeyhim Abdüllatif ibn Şeyh Sinan Dede el-Mulevi Gafarallah kimdir bunun ustadı? Yazarın ustadı kimdir? Yazarın ustadı azizim ve ustadım şeyhim Şeyh Abdüllatif ibn Şeyh Sinan Dede. Sinan Dede. Dedenin bir tane heyi var. Ben 2 tane yine yazdım. Bunu evvel düzelttim. Dede El-Mulevi elbette. El-Mulevi. Mulevi gafarallahu lehu onun xidmət şəriflərində 15 yıl miqdarı təhsil elm edib. 15 yıl adam gedib onun yanında dərs oxuyub. Yəni 8 yaşında getsə 23 yaşınacan onun yanında dərs oxuyubdu. 15 yaşında getsə neçə il dedi? 15 il. 15 yaşında getsə 30 yaşınacan dərs oxuyubdu. Yəni diqqət buyurun adamlar nə qədər 15 yıl miqdarı təhsil elm edib Kəbətullahə təvəccüh edib. Sonra gedib Kəbəyə ziyarətə. Məhma ikən ehtimalən bu məhmadır ya nə mənə bilmirəm. Təvəccüh Kəbətullahə təvəccüh edib. Məhma ikən bilmirəm nə demək olar məhma burada. Məhma ikən koşiş edib ehsan iltifatünk mənzuri ikən külli nəfsün zaiqətül maut fəhvasıncə dar bəqaya rehlət edib. Kim oldu? Dar bəqaya yəni öldü. Onda bu kitab yazmayıb. Görək bu nədir? Amma dedi bu bir nəfər yazır, biri ayrı adamı. Bir də geçsək ola deyir ki amma deyir ki bu xaç paçı filan Xuday Müteala həmd sənası Zülcelal niyyəti əda etdikdən sonra məlum ərbab maarif və məfhum müşahidi əshab əvarifdir ki bu duacuy xas xam ərsi meydan و خاچرو به آستان راستان و خوشچین و خرمن ارباب معانی ابرار و دریوزگر ابواب چبار اعنی درویش محمود شنوی özünün adı budur. اعنی درویش محمود مثنوی خان درجاه خداوندجار ابتدای سباوتدن محبت اهل فلانla getdim filan kəsin yanında oxudum, dərs oxudum və 15 il miqdarı təhsil etdim. Tamam, o birisi səfiyyəcidir. Kəbətullahə təvəccüh edib məhma ikən, ehtimalən mehman ikəndə ola bilər. کوشش edib ehsan iltifatünk mənzuri ikən külli nəfsin zaiqətül maut fəhvasıncə dar bəqaya rehlət edib. Ehtimalən həmin o 15 il onun yanında qaldığı adam. Yəni o ustad. Şeyx Abdüllatif ibn Şeyx Sinan Dədə el-Mulevi Kəbəyə gedibdi və ehtimalən orada
ehtimalən mən belə oxuyam. Kəbəllaha təvəccüh edib mehman ikən, کوشش edib ehsan iltifatın mənzuri ikən, külli nəfsün zaiqətil maut fəhvasınca dar bəqaya rehlet edib, بعده اول پیشوای طریقت حضرت مولانا و اول راهنمای صادقان راه هدا و مقتدای علوم ظاهره و باطنه ده بی نظیر olan معلم رموز مثنوی و مربی bu ne olabilir? Telayil ma'nevi ihtimalen talyal mən belə oxunuram, ola bilər ki səlyal da oxusun. Dedim kitabın biraz o cöhəri dağılmağı bu işi yaradıbdır. Mənəvi kim olubdur? Abdülkerim ibn Şeyx Sinan dədə. Bu kimdir? Şeyx Sinan ki özü idi, bunun oğlu indi gəldi. Bunun oğlu oldu nə mənə? Abdülkerim. Mürəbbiye Təlyal mə'nevi Abdülkerim oğludur. Abdülkerim ibn Şeyx Sinan dədə Əl-Mevlevi, Şeyx Sinan dədə Əl-Mevlevi در جاه مقدسی حضرت خداوند جارده مثنوی xan olub bu möhtac bi təmkin anlərdən beyət edib. Gedib ona beyət edib. Yəni o dədəsi öldü, o Məkkədə ikən ölübdü. Oğlu indi onun yerinə oturdu və bu gedir onunla beyət edir. Diqqət buyurun, burada gedib şaha beyət eləmirlər insanlar, birər. Gedirlər şeyxə beyət edirlər ki, sultan da deyilir bunlara. Hatta Mevlana'ya sultanan deyilir. Bu muhtac bi təmkin anlərdən beyət edib təriqət Həzrət Mevlana'da məzun olub, yəni mütəxəssis olub və izn alıbdır. İzn bu günləri iznə deyirik lisans. Lisans alıbdır. Yəni bir lisans nə deməkdir dostlar? License məsələn gedirik sürücülük imtahanı veririk. Bizə bir lisans verirlər. Lisans verirlər. License. Bir kağız, bir yazı, bir kart verirlər ki, biz bunu yanımızda taşırıq ki, mənim səlahiyyətim var maşın sürəm. Gedirik diplom alırıq, bizə bir diplom verirlər ki, o da lisensidir. Gedirik fövq diplom alırıq, ona da bir lisens verirlər, yəni bir kağız verirlər ki, bunun təxəssüsü var, bu xəttdə təxəssüsü var. Məsələn, döktürlərin bir kağızı var, alıblar, mühəndislərin bir kağızı var. Jurnalistlərin yoxdur, mən jurnalist olan dövrədə gedirdik bir ayrı yerdən bir kağızı alırdıq ki, biz lisensimiz var. Calibdir ki, onların hamısının lisensi, danışgah verdiği onların lisensidir. Bizim o lisensimiz yox idi. Lisens, bu günlər ona lisens deyirlər, cavaz. Türkcə, ərəbcə cavaz işlənirdi qədim. Ya da bir ayrı lüğəti var idi, nə mənə idi? Sicilli. Sicilli işlənirdi, bu iki dana. O lisens budur. O zaman deyir ki, nə oldum? Məzun oldum. Yəni o danışgahdan, o oxuduğum yerdə o qədər oxudum, qaldım bunların yanında ki, mənə dedilər ki, sən lisensin vardı, gedib özün Mevlevi deyə bilərsən. Məzun olub səccadə-i xilafət və mənsəb-i icazət anların dəst şəriflərindən səni səlasə və səmaninə və tisəmiə. İndi bu özü mürşid olubdu, bu adam. Şey olubdu, deyir ki, o Abdülkerim ibn Şeyx Sinan dədə Əl-Mevlevinin əlindən məzun olub səccadə-i xilafət, xəlifə olmaq, yəni onların o sultandır, bu onun xəlifəsidir. Səccadə-i xilafət və mənsəb-i icazət. Dedik ki, lisens alıb da. Mənsəb-i icazət anların dəsti şərifindən səni-i səlasə və səmaninə və tisəmiyə. Səni-i səlasə və səmaninə və
tis'ə mi'ətə. Mənim nəzərimə gəlir ki, 983'də. Mən bunu beləsi yazım. İndi sonra axtarıram, bunu taparıq. 983 yazdım mən burada hicri. Amma burada elə Google-dən bir gedək əvvəl bunu yazaq, soruşaq. Sonra əlbəttə bunun haqqında bir şey axtaracaq. Amma görək ki, səneyi səlasətə və səmaninə və tis'ə mi'ətə neçə olur? Deyir ki, səneyi səlasə və səmaninə və tis'ə mi'ə, səneyi səlasə və səmaninə və tis'ə mi'ə özü Hazırdan ayrı cürə yazıbdır. Aynı türküdə 983 olur. Və bu hicri qəməri ili miladi təqvimində təxminən 1575-76-ya düşər. Tamam. Bu qədər hələ feylən burada qalsın. Yəni, neçə il bundan öncə, indi bu kitabı burada çağıraq, əlbəttə buna tarix çıxadaq. Ehtimalən deyirəm ki, bu tarixdə yazmış olsun. İndi dedi ki, 1448-ci il deyək, bundan çıxsaq, 983, 983-ü bundan çıxsaq, 465 il öncə bu kitab yazılmış ola bilər. Əlbəttə hələ deyəcəkdir, amma biz şey eləyək, 465 il öncə. Hələ bunun nağılının davamı vardı. Nağılı oxuyaq, görək ki, nə deyir. Pəs, dəst-i şəriflərindən səneyi səlasə və səmaninə və tis'ə mi'ədə müyəssər olub, ol məqami mütəbərrikədə qəraət-i məsnəvi şərif eydərkən inna lillah və inna ileyhi raciun mənay mənifi müqtəzasıncə dar fənadən dar bəqaya ricət edib. Bu da öldü. Yəni, Əbdülkərim də öldü, Allahın rəhmətinə getdi, amma bunu öz yerinə qoydu da, xəlifəsi idi. Xəlifə onun yerində oturan dar bəqaya ricət edib. Bu yətim və padərcil qərib və bi dilə ol sədr ali və məsnəd mütəali nəsib olub. İndi oturdu onun yerinə. Çünki o xəlifə idi da. Xəlifə, indi o ki öldü, xəlifə getir onun yerinə. Dedi ki, nə oldu? Bu yətimi padərcil qərib bi dilə ol sədr ali və sənəd mütəali nəsib olub. Mevləviyan talibanın məsnəvi olan ixvan səfaya به قدر الامکان تسلی verib کلمات حضرت خداوند جاری به سوق مقتضای تقدیر الهی و متناهی حضرت سلطان اولیانın ruhaniyetlerinden istimdad edip işaret pir müşaretleriyle ya bir işaret pir müşaretleri ile mahruse Quniye'də, Quniye şəhrində. Harda? Quniye. Quniye şəhrində, yəni elə Mevlana'nın fikri özü dəfn olan yerdə Mahruse-i Quniye'dən bi ixtiyar qalıb 997 Rəcəbin 997 yazıb özü burada Türkçəsin. 983'də bu adam deyək ki, xəlifə oldu. Sonra nə olur? 900 Türkçə yazdığı üçün oxuyuruq bunu. 997 az qalır ki, 1000 olsun. Rəcəb ayının arasında ya da ki elə ortasında eyninlə yazıbdır. Ona görə ara oxuya bilmirəm. Ərəsində yazıbdır. Ərəfəsində də ola bilər, amma burada ərəf görsənmir. Ərəsində
şəhriyar kamkarın pay təxti, beraderleri olan şehri. Bir şehri vardı, bunun diyeceği ne olup diye Recep ayının arasında ihtimal olacak şehri با şehr yargah mekar ne oldu? arasında şehriyargah mekarı ki payı taxti mekarın ihtimalen şehriyar ka mekarın pay taxti beraderleri olan şehri Konstantiniye daxil olup getdi ora. Köçdü getdi bugünkü İstanbul'a. Recep ayında Recep'te Konstantiniye daxil olup dergah eyvan keyvan padişah مراد رسان قدرتی دستجاه خلد الله سلطان مراد رسان قدرت دستجاه خلد الله تعالی الى یوم الانتباه حضرت قطب العاشقین و سردار المعشوقین سلطان مولانا جلال الدین قدس سره. Bu kimdi? Sultan Celalüddin Qaddesallah sirrehul aziz hazretlerinin kemalat ve keramat ni müş'ir-u mesnevi şerifinde mahfi olan esrarlerini muhbiri bu nedir? Eğer okuyabilirsek kitap yazı muhbiri kütübdür. Kütüb ve resaile meyl و rıgbetleri ziyade olduğuna şarih elfaz mesnevi aziz yazıbdı. Ne demek olabilir? Şarih elfaz mesnevi aziz ukhrevi ihtimalen burada yazıbdı. Olabilir an olsun. Aziz ukhrevi eşşehir beş'yi şarih bir de şarih elfaz mesnevi عزیز اخروی الشهیر به شمعی efendi. Cedid Şem'i efendinin yanına. Şem'i efendi veselehullah Teala ila makamil ma'nevidə istima eləyib. Gedib onun yanında şagirdlik eləməyə. Abdülvehhab ibn Muhammed el-Hamedani'nin Ahmed Eflaki bas oldu ne mənə? Əvvəlcə etdi Şem'i efendi veselehullah Teala ila makamil ma'nevidə istima eləyib. Abdülvehhab ibn Muhammed el-Hamedani'nin Ahmed Eflaki mürşid olan Çelebi Ferideddin Arifi Hazretlerinin iltifat ve cəm eylədiyi bu ne deməkdir? İltifat ve işarətleriyle eşikdə yazılıb, qalanı eşikləri və işarətleriyle cəm eylədiyi Mənaqibul Arifin nam kitabından intikhab edib Səvaqib ismi ilə. İndi bu kitab hardandır? Bir dənə bu kitabın əsli. Səvaqib hangi kitabdandır? Abdülvehhab ibn Muhammed el-Hamedani'nin Ahmed Eflaki mürşid olan Çelebi Ferideddin Arif Hazretlerinin iltifat ve işaretleriyle cəm eylədici kim eləyib bunu? İndi mən istəyirəm ihtimalen Abdülvehhab ibn Muhammed el-Hamedani Ahmed Eflaki'nin ki mürşid olan Çelebi Ferideddin Arif Hazretlerinin iltifat ve işaretleriyle bu Çelebi deyibdi ki ona Ahmed Eflaki'nin
kitabın ki cəm eylədi ki, mənaqib ariflərin. Kitabın əsl adı, əsli kitab nədir? Mənaqibul arifin. Mənaqibul arifin kitabdan yazarı kimdir? Bunun yazarı Əhməd Əflaki. Çox gözəl bir kitabdır. Çox da qəşəng yazıbdır. Heyf ki, cöhərlər qatışıblar biraz. Mənaqib Arifin nam kitabidən intikhab edib, Səvaqib ismi ilə mevsum olan kitab şərifidən Qutbul Arifin Həzrət Mevlana Cəlaleddin bəzi kəramati vilayətləri bəyan olunub. Töhfə-i Aslan Sultan Zaman və hədiyyə dərgah qaim məqam olacaq ehtimalən qalim məqam Süleyman و ناصر اهل ایمان و مجمع مکارم و احسان و مرکز و اکتاب اوتادوران سلطان ابن سلطان مراد خان کامران اللهم لحفظ الى انقراض الدوران آمین به حق القرآن یا رحیم یا رحمان. پس bir tane kitap yazıbdı bu adam. Bir də indi bunu əcr eləyə bilsək, buradan tapsaq. Əvvəl deyib ki, Mənaqibul Arifin adında bir kitabdan, nam kitabdan intixab edib. Səvaqib ismi ilə mevsum olan kitab-ı şərifidən Qutbul Arifin. Bir dənə də kitab var imiş, adı Səvaqib. İsmi ilə mevsum olan kitab-ı şərifidən Qutbul Arifin Həzrət Mevlana Cəlaleddin bəzi kəramat vilayətləri bəyan olunubdur. Bu kitabda ehtimal elə Səvaqib ismi ilə deyib, burada orada yazmışam mən əslində. Bunu yazıb da Səvaqib. Pəs Səvaqib kitabın adıdır elə. Səvaqib ismi ilə, Səvaqib tərcümə deyil, elə bunun özüdür. Amma bu nə olubdur? Burada yazıblar tərcümə və də tərcümə deyil. Mən bunun üstünə bir xətt çəkim beləcə ki, tərcümə deyil. Səvaqib deyir ki, adı ilə. Səvaqib ismi ilə mevsum olan kitab-ı şərifindən Qutbul Arifin və Həzrət Mevlana Cəlaleddin bəzi kəramat vilayətləri bəyan olunub. Töhfə-i Aslan Sultan Zaman və hədiyyə dərgah qaim məqam Süleyman və Nasir əhl iman و مجمع مکارم احسان və مرکز və اکتاب اوتاد دوران Sultan ibn Sultan Murad Xan. Kimin zamanında yazıbdı indi buna? Çağ yazsaq. Çağ İndi bunu hangi Murad yazıbdı? Məsələ budur ki, onu tapa bilsək çox önəmli olacaqdı, amma yenə bəlli deyil. Sultan ibn Sultan Murad Xan. Da elə bu qədər. Sultan ibn Sultan Murad Xan. Bunun dədəsinin adını yazmayıbdır. Görək dədəsi kimdir? Sultan ibn Sultan Murad Xan Kamran Allahümme لحفظ الى انقراض الدوران آمین به حق القرآن یا رحیم یا رحمان. Hazreti Mevlana'nın nam şəriflərini şəfi edinib Astan gerdun nişan şah İslam'a isal eyləmiş edim. Ol məzhər xalq Əhmədi, xulq Əhmədi və ol məzhər eşq Muhammedi, şəriət Müstəfəvi. Burada bir şey yazılıb da oxuya bilsək əgər. Müstəfəvi və yuhye diri saxlayan və yuhye təriqət-i Mevlevi bu fəqir pur təqsirün qusur və inqisa və nüqsanına nəzər etməyib şal şərifinə layiq və sifat mənifinə əhra olan hüsn و خلق لطیفی müktezasınca ihsan ma la nihayete və en'am bila gayete edib.
بو خالص الفؤادی خاچ فقر مزلتن رفع و بین الاکرام سرفراز و قلب مکسور میزی دست کرمیل نواز بuyurup خصوصا cümle mürüvvet ehtimalen cümelen olar. Cümelen əlbəttə burada şey tökülübdür. Ona görə bilmirəm nə olsun. Cümələn mürüvvəti padişah rüb məskun əbbədallah dövlətəhu və əyyedə səltənəhu deyən birisi bu ihsan olmuşdur ki xavas dərgah Humayun'dən mühibbül füqəra mürəbbiyil züəfa əşşəhiri be Zirek Ağanam. Şimdi derbardan müqərrəblərdən biri Zirek Ağa. Bu kimdir? Əhl-i dərbardır. Feylən beləsiyiz. Be Zirek Ağa nam müqərrəb və məqbul bir qulünə fərman vacib vacibul idğanləri nə mən olacaqdı? Vacibul idğanləri vaqe olub anlar dəxi bu cədai natavana huzur padişah ruy zəmin təvvəlallah teala ömrəhu ilə yevmiddin huzurunda bizzat xitab müstətab edib buyurdu ki ey dərviş Məhmud Məsnevi xan dövlətli və səadətli padişahımızın əmr lazım təzimləri budur ki Ağustani Mevlana Celaleddin varıb safay xatir ilə padişah aləmpənah həzrətlərinin davam ömrü dövləti yevmən fəyevmən ziyadə olmaq və əduvlərinin hər birisi atı ayağında başı can təslim edib padişah cahan و xaqan İran و Turan kəmtər qullərindən diqqət buyurun. Burada İran sözü işləndi, Turan sözü işləndi. Əlbəttə burada bu İran sözü mən demişəm qabaqdan ehtimalən bu əgər işlənir Səfəvilərin dövlətinin sifətidir. Şey adı deyil. Zərtüştiden zaten gəlmə deyil. Nə bilim Qatadan filandan gəlmə deyil. Bu ər sözündən cəm bağlanan bir sifətdir. Bunu dünənki kitabda da gördük, işarə elədik. Öncədən də işarə eləmişdik, amma burada İran-ı Turan hər ikisi gəldi. Edib və əlbəttə bu görürsün, diqqət buyursa burada deyir ki, təslimi və can təslim edib padişah cahan və xaqan İran-ı Turan, yəni İran-ı Turan bunun əlinin altındadır. Burada görürük ki, coğrafiyaya demir. Çünki bu adam Konstantiniyədədir da, yəni bugünkü İstanbulda. Amma İran-ı Turan haradır? Bu toprak deyil. Burada da görürük ki, toprak deyil. Çünki onda gərəkmədə məsələn deyirdi ki, Osmanlı belə bir şey deyirdi ki, Osmanlı ya məsələn nə bilim Türkistan falan bəhman, amma onlardan fəqət 2 dənə kəlməni deyir və bu Türk dünyasını ehtimalən bürür, ehtimalən bir çox böyük yeri bürür. Deyir ki, padişah cahan və xaqan İran-ı Turan kəmtər qullərindən olub və zat-ı şərif ali mərtəbələri xəta və xətər ruzgarədən bəri və ari və aləm məanidə sədrnişin əqtab yari olub təsərrüfat qudrət mə'suri və mənəvi ilə müşərrəf və təxt و بخت سلامت دائم و باقی و هر آن و ساعته تشنگان زلال وصال حق ساقی الملری بابنده روحانیت مولانا جلال الدین'den imdad ve istimdad etdücüne ve hem bu kitabı intikab edip Türkiye tercüme edip tamam eylemediği zamanda alıp padişah aləmpənahın burada bir kəlmə yazılıb oxumağı çox zordur. Yenə də qatışıbdır. Bu kitabı intikab edib Türkiyə tərcümə edib
tamam olduğu zamanında alıp padişah alem pənahın abdiginə gətirib, nə deməkdir bu, nə deməkdir? Eşiginə ehtimal olacaqdır. Eşiginə, padişah alem pənahın eşiginə gətirib yüz sürməyüz əmri, ehtimala mən əmr oxuram amma bəlli deyil. Bu nə ola bilər? Əmr Humayun səadət məqrunləri olmuşdur diye buyurdu vəssalam. Yəni deyiblər ki, getginən Mevlana'nın yanında, orada məşğul ol ginən, dua və filan bəhmana, hesabı da pul veriblər, adam da kasıb imiş, çox vəziyyətli alıymış, düzəlibdir vəziyyəti və deyiblər ki, orada otur ginən, kitabı da yaz ginən, o zaman kitabı qutardı, onu gətir ginən şahın eşiyinə təhvil verir. Yəni, burada təhvil verir. Bə'dəhu, bu bi vücud və qalilul bəzaət səm'i qəbul ilə istima. Burada bir şey yazıbdır. İstimadan sonra ayet-i kerime-i atiullah və atiur-rasul və ulul emri minkum. Burada əlbəttə idaməsi ehtimalən yazılıb, qırmızı bir şey yazılıbdır. Və ulul emri minkum illa belə bir şeydir. Əl-ayə, əl-ayə, tamam. Xatirə gəlib, deyir bu yadıma düşdü. Səmə'na, səm'ən və taətən deyib. Nədir bu? Kitabın ehtimalən tamam səfərlərinə su gəlib bir dəfə. Ehtimal mənim indi bu görürüm. Çünki tamam səfərlərdə bu lüğət kəlmələr bir-birinə düşüblər. Bu heç bir şey yoxdur. Yəni cöhərdən bu qədər də şey olmaz. Kitab islanıbdır kamilən. O amma əlamət islanmaq əlaməti çox görünmür. Rəhlər çıxıblar bir-birinə, qırmızılar, qərələr. Əl-ayə xatirə gəlib səmən və taətən deyib Sultan Salatin dövranın payı təxtinə ruy niyazı malidə qılıb əhd olunmuş idi. Ana binaən bu kəminə dirinə 998 Zilqədənin qərrəsində Mevlana Cəlaləddin Qüddəsi Sirruhul Əziz Astani münəvvərələrində Allah-u Teala'ya təvəkkül edib türbeyi mütəbərrikələri müqabilindəsində ruhaniyyət Sultan-ı Aşiqinidən himmət rica edib mənaqib-i səvaqibi lisan-ı Türkiyə tərcümə. Aha, bəs kitabın əslisi budur. Gəldik bura. Sonunda gəldi, bizə o sözü dedi. Dedi ki, neçədə 998-də 998-də Zilqədədə qərrəsində Mevlana Cəlaləddin Qüddəsi Sirruhul Əziz Astani münəvvərələrində Allah-u Teala'ya təvəkkül edib türbeyi mütəbərrikələri müqabiləsində ruhaniyyət Sultan-ı Aşiqindən himmət rica edib mənaqib-i səvaqibi. Kitabın adı mənaqib, bunu çox belə şeylə yazaq. Mənaqib-i səvaqibi Mənabig səvaqibi lisan-ı Türkiyə tərcümə eyləməsinə Beğayət Yəzdan و به himmeti ehtimalən به inayət kimi oxuna bilər amma به inayət Yəzdan و به himmət mərdan şuru eylədim və bu kitabın ismini tərcümeyi səvaqib verir. Pəs buldu tərcümeyi səvaqib bunun adı. Kitabın adı düzüymüş. Oradakı yazmışımşıq. Mən bunu tazaşdan yazım. Tərcümeyi səvaqib.
Burada dedi ki, hangi ildə 998 zilqədədə Mənaqib Səvaqib deyə bir də oxuyayım orasını. edib Mənaqib Səvaqibi, yəni o kitabı lisan Türkiyə Mənaqib Səvaqib kitabın lisan Türkiyə tərcümə eyləməsinə be inayət Yəzdan و به himmət mərdan şuru eylədim və bu kitabın ismini tərcümə Səvaqib verib. Onu tərcümə elibdir, lisan Türkiyə tərcümə və adını tərcümə Səvaqib və ismini tərcümə Səvaqib verib 9 babə təqsim edib. 9 babda 9 yazmışdı T ilə, dəstəli T ilə 9 babə təqsim 9 babə təqsim edib, hər babidə bir sultanın əhval və mənaqibin zikr eylədim. Və hər babi bir neçə fusul ilə bəyan edib. Bu bəhanə ilə hər babın özünü 9 baba bölübdür, 9 sultanın adını gətiribdir. Sultanlardan mənzur şahlar deyil. Sultanlardan mənzur ariflərdir, irfanlar, şeyxlərdir. Eylədim və hər babi bir neçə fusul ilə bəyan edib. Bu bəhanə ilə kəndimi meydan məani şəhsvarlarının tərkəsinə əsbəb və ol vəsilə ilə ərsi həqaiq cəlan cahinə əsb himmət salıb satına qudrət şiran əyan silkinə mütəsəllik qulub bələdi təala isminin tevfiqini təriq edib bu xüsusunda tədbirim təqdir Rəbbani olmasını Həzrət sahib liva الحمد حبیب محبوب خدا محمدی شفیقی المجرمین و معین زهیر المذنبین سید الکونین و رسول ثقلین و خاتم النبیین Həzrətlərinin limə Allah vaxtı la yəs'ini fihi milkun müqərrəbun və la nəbiyyun mürsəlin hədisi şərifində olan əsrarları hürmətinə ol vahib-ül nütqi vəl yəqin hidayətə nütq edib tənəzzülür rəhmətə ində zikr-i salihin kəlam-ı şərifi müqtəzasınca bu موردانچین خرمن ارباب دین و وسائل آستان گلستان یگینون لسانه جریان verip به قدر طاقت تعین و تبیین و به طریق استطاعت اکتسار و اختصار edip Allah Teala Acelle alaya təvəkkül ilə ibtida eylədim. Başladı kitabı yazmağa. Biz bunu bildik ki, kitabın adı tərcümeyi Səvaqib oldu sonunda biləxərə. باب اول ذکر احوال و اطوار بهاءالدین ولد بلخی. اول بهاءالدین ولد بلخینی yazdıq. بعده سلطان العاد الصدیق. احتمالا bu bilmirəm nə cür oxunsun, bilmirəm. Həmzə kimi var burada. Sultan el-Ai as-Siddiq. Bab sani zikr Seyyid Burhaneddin və Mühəqqiq Törmidi. Hər babda 2 nəfərin adı var zahirən. Bab salis zikr kəramat Həzrət Mevlana Cəlaləddin Rumi Qəddəsə Sirruh. Burada fəqət bir dana. Bab rabi zikr mülaqat Şeyx Şəmsəddin Təbrizi. Bab xamis zikr Şeyx Salahuddin Zərkub Qənəvi. Bab salis احتمالاً
باب سلاس ذکر ارادت و صداقت طلبی حسام الدین الارموی. باب سابع ذکر سلطان ابن سلطان ولد المولوی. باب ثامن ذکر مشهور دوران و معزز عجبا معزز نهان. burada bir şey yazılıp da icra okuyacağım. Febetha İbn Sultan ve Febetha İbn Sultan el-Arifin. Bunu şimdi bilmedim. Onu baş tapmadım. Çünkü Febetha. Bab sabi tasi ذکر شجره ولایت در دریای هدایت طلبی شمسالدین عابدین. Bab əvvəli başlayır və buradan devam edir. Biz kitabdan üst-üstə o əgər bunu nəzərdə alsaq 2, 4, 6, 8 səfə oxumuşuq. Gedək hər 30 vəraq, 40 vəraqdan, hər PDF-də 40 vəraq desək, yəni hər 20 vəraqdan biraz oxuyaq. İndi 20-ci vəraqdayıq, PDF-də 20 vəraqdan 20 vəraq. Böyle nəql olunur ki, Sultan Vələd buyurdu ki, Pederim Həzrət Mevlana buyururlar ki, Vələd bəl və acah, Vələd bil və acah ol ki, qiyamət günündə mən və sən dəxi cümlə-i əqab və əhibbanımız cəmiən Mevlanani büzürgün, Mevlana'yı büzürgün sayi inayetində yargılanmış olsa gərəkdir. Və bu kəz onlardan Haqqı Subhanahu və Teala hər kimi yargıləsə Sultanul Üləmanın mübarək xatir şərifi hürmətinə olsa gərəkdir. Diye buyurdular Zehi Saltanat Ərzani. Burada bab-ı sani başlayır, dahi oxumuruq buradan bir belə görəcək. 40-cı səhifədən, PDF-in 40-cı səhifəsindən. Tamam. Buradan da fəsl-i sani başlayır. Fəsl-i sanidən oxuyaq. Kələmin əvvəli buradan başlayır. Səhifə 39-un beyindədir kitabda. Fəsl-i sani Şəmsəddin Həzrətlərinin ziyadə məşrəb safi və himmət alisi var idi. Bu vasitə ilə bura çox gözəl oxunur. Bu vasitə ilə aka güna gün qissələri vaqe olurdu ki, ehtimalən belə söz. Bu vasitə ilə ağa, ana, gündən gün qıssələr vaqe olurdu ki, şeyxin təəccübi ziyadə olurdu. Axır insaf edib bir gün dedi ki, bu gündən sonra sizə icazət olsun. Ətraf aləmi seyr ilə ola ki, məşrəb-i şərifinə münasib bir yarə və vasil oləsən. Əvvəla anın qüvvəti sənin qüvvətinə müqabil olə. Şəmsəddin şeyxin icazət şərifi aləmi cəşd edib hər kişidən dərdinə dərman istərdi və qaziyül hacatdən münacatında kəndinə müqabil müamilə edər kimsənə istərdi. Məşhurdur ki, ol arzu ilə tamam rüb məskuni cəşd edib ziyadə teyz ruydadi, ziyadə teyzi nə demək olar? Teyzi rəvayidi. Ziyadə tiz rəvayidi. Ol əcəldən şəms pərəndə nə demək? Ol əcəldən şəms pərəndə dərlər idi. Aha, adına şəms pərəndə, üçən şəms deyərlər. Ol əcəldən şəms pərəndə dürlər adi
Bəzi rivayətdə teyyi məkan məqamında idi dərlərdi. Hər canibə ki təvəccüh etsə idi, oq yaydan çıxar ki vicədər idi. Hər nə şəhrə varsa məşayix ilə ixtilat edərdi. Cümləsi şəmsün kəmalati yayını çəkməkdə aciz oldular. Zira onun murad eylədi ki, özgə kimsənə idi. Hətta bir gecə yenə əvvəlki adətinə görə münacat edib ağladı. Ziyadə biqərar oldu. Əl-hədis innəlləhə yuhibbül müləhhin ehtimalən fid-dua. Hədis-i şərifi müqtəzasınca bir nəhayət dua eylədi. Axir duası o ki hədəf icabətə məqrun olub. Diyar-ı Rumidə Mevlana Cəlaləddin xidmətinə vüsul işarət eylədi. Görürsünüz ki, devam edir. Çox sadə bir dillə bunu görürük ki, 60-cı səhifədə görək ki, biz nə tapırıq, onu oxuyaq. 60-ın A tərəfindən bu səfər oxuyaq. Əlbəttə, orada da əvvəli yoxdur. Buradan 59-un B tərəfində böyle nəql olunur ki, Qüstəntəniyyədə bir keşiş var idi, Cəmi Rumidə və Fərəngidə. Fərəng sözü mən öncədən də demişəm, nəzərə gəl ki, Fransa sözünün Türkcəyə ya Ərəbcəyə çevirmiş halidir. Müərrəb olubdur. Frans olubdur, Fərəng, ehtimalən ya da ki, Türkcə yazılır Fərəng və bu qalıbdır Avropaya bir zaman Fərəng deyiblər. Nəql olunur ki, Qüstəntəniyyədə bir keşiş var idi, Cəmi Rumidə və Fərəngidə olan rühbanlar nisbətini məzbur rühbanə eyləmişlər idi. Hazreti Mevlana'nın təvazui və dərvişliyi sədasını eşidib xidmətinə yetişmək arzusu ilə Quniyyəyə gəldi. Şəhrin rühbaniləri istiqbal edib izzət və ehtiram ilə alıb gedərkən ittifaqi Hazreti Mevlana'ya rast gəldi. Yanında olanlar xəbər verirlər ki, eşidə Mevlana bu gələn sultanıdır. Məzbur xud Hazreti Mevlana arzusu ilə gəlmiş idi, xidmətinə vasil olacaq tapu qıldı. Müqabiləsində Hazreti Mevlana daxi İncilin ayələri burada niyə beləsi oldu? Vəlhasil, o birisi kəlmə düzdür. Vəlhasil mabeynidə rahib 30 növbət baş yerə qoydu. Hər kərə başını qaldırdıqca Mevlana'nın mübarək başını pərdə görər idi. Axır rahibə bir halət hasil olub, fəryad eləyib bi ixtiyar cümləyi təvabi ilə yanındakilərə Həzrətin əyağına düşüb müsəlman oldular. Bədəhu həzrətlərindən sual eylədilər ki, bir rahibə tabu mərtəbə tənəzzül eyləmək nə səbəbdəndir cavab buyurdular ki, axır risalət pənah buyurmuşlar tuba limən əgər oxuya bilsək bunu tuba limən rəzəqəhullah cəmalən və şərəfən və sultanən fi ədimələhu və əffə fi cəmalihi və təvazü fi şərəfihi və ədlən fi sultanihi əlhisu. Pəs əgər Allah Teala'nın qullərinə təvazü eyləməyib, ya kimə eyləyəlim? O təvazüdür ki, bu mərtəbə təsir edib, bu mərdləri imana gətirən deyə cavab verdikdən sonra Sultan Vələd Həzrətlərinə buyurdu ki, bizdə olan dərvişliyi və təvazuyu əlimizdən lillahil həmdü biz onun əlindən aldıq. Zira bizə həm Sultan Ənbiyadan mirasıdır. Sultan Ənbiyadan mirasıdır. Qadir mi olur ki, ilə Ali ilə və qələbə ilə deyib bəşaşətlə cavab verib tənbih eylədi. Mücahidə böyle olur.
hissedar olmakta saadet azma vardır. Tamam, burada üst-üste təqribən 2 səhifə oxuduq. Gedək 80-ci PDF-in 80-ci səhifəsi çox da qarışıqdır. Yəni burada təəssüflə çox qarışıq görünür. Yenə qabaqçı səhifə bundan çox xarab imiş. İstəyirdim burada bir şey yaz. Böyle nəql olunur ki, bir kərrə Həzrət Mevlana 40 gün qayib oldu. İxvan və yaran müstərib oldular. Caiz ki düşmən zəfər bulmuş ola deyib, hətta bu nə mən oxunar. Nida eylədilər ki, hər kim Həzrət Mevlana'nın xəbərin gətirə ana bir miqdar bəxşiş verəlim. Dərkən nacah bir həmmamçı xəzinəyə girdi. Bəzi guşeyi mərəmmət üçün gördü ki, Həzrət Mevlana məst badeyi təcəlli olub turur. Əsla əsbabı yaş olmamış, vücud şərifləri dərilməmiş. Filhal Sultan Bəled və sair yaranə xəbər verdi. Xacə Məcdəddin Məraqi müştülük 1000 dirhem verdi və sair yaran üryan olub sima və səfa ilə mədrəsəyə gəlib bir həftə dəxi mədrəsədə sima oldu. Nəql olunur ki, Həzrət bir gecə Müineddin İrəvan ki bu günləri deyil, onlar Yərəvandır. Zahirən burada o cür yazıbdır. Həzrət bir gecə Müineddin Yərvanənin evində idi. Əsla tölüm yemədi. Nə deməkdir bu tölüm bilmirəm. Əsla tölüm yemədi. Müineddin bir kesə türbət xas əlinə alıb Həzrət Xudavendigarın xidmətinə varıb nə mənədir bu oxunmur. Ələrvam eylədi. Nə deməkdir? Alıb əlürüm eylədi. Həzrət bir çömçə alıb ağzına yəqin edib yenə kasəyə döktü və müarifəyə məşğul oldu. Bir zamandan sonra Müineddin yenə əvvəlki kimi əməl eylədi. Həzrət Sultan yenə dəf eylədi. Bir neçə dəfə vaqe olub. Axır buyurdular ki, ey Müineddin, bizi qəd məkana mühtacimi. Biz ey Müineddin, bizi fəqd məkana muhtac mi etmək istərsən deyib buyurdu. Tamam, beləsi gedir. Biraz zor oxunur bu bölümlər, amma oxunur. Gedək 100-cü vəraqdan bir tamam, burada oxuna bilir biraz. O bölüm ki, dedik üstünə xət çəkiblər ki, oxunmasın, oranı biraz oxuyacağım. Aşağıda 198-ci səhifənin B tərəfindən aşağıda bir qırmızı yazılır. Böyle nəql olur ki, bunlar qırmızı yazılır. Belə nəql olurlar. Belə nəql olur ki, bir şəxsi zərq qıltindən və iflasından rizq olacaqdır. Rizq qillətindən böyle nəql olur ki, bir şəxs rizq qillətindən və iflasından şikayət eylədi. Mevlana Xudavendigar buyurdu ki, əgər Haqqı Teala sənə 50 il ömr verib bu miqdar zamanın rizqin bir uğurdan yanın qosalar necə edər idin Həkimi Kərim padişahın ehsanından gün bə gün hikməti ənbarından şikayət sana yetiştirir
şikayet değil. Enbarından saga sana hemen. Sana yetiştirir ta taği o bağı olmayasan. Ümem-i maziye oldukları gibi velو بسطه الله الرزق بعباده لبغوا في الارض bir kimsene burada o bu cümləni siliblər. İndi oxuram amma sonra deyəcəyəm ki, siliblər. Hər kimsənə qillət-i məişətdən şikayət eylədi. Həzrət Mevlana Qəddəsə sirruh buyurdu ki, malumi ziyadə seversən günah kimi. Günahimi. Malini beləsi oxusaq daha düzdür. Malini ziyadə sevərsən günahimi. Bu cümlənin üzrə xətt çəkiblər. Buradan ki oxuduq. Hər kimsənə qillət-i məişətdən şikayət eylədi. Həzrət Mevlana Qəddəsə sirruh buyurdu ki, malın mi ziyadə sevərsən günahın mi? Günahı çox sevərsən, malını çox sevərsən. Bu cümlənin üzrə xətt çəkiblər. Böyle nəql olur. Nə cür nəql olur? Şeyx Cəmaləddin Gümri ya Qəməri, Gümri ola bilər. Şeyx Cəmaləddin Gümri rivayət edər ki, Sultan İzzəddin Keykavus Həzrət Mevlana'dan nəsihət murad eylədi. Xudavəndigar buyurdu ki, sana çobanlıq əmri eylədilər. Sən qurdluq edərsən. Allah Allah. Sana bir də oxuyaq. Şeyx Cəmaləddin Gümri rivayət edər ki, Sultan İzzəddin Keykavus Həzrət Mevlana'dan nəsihət murad eylədi. Xudavəndigar buyurdu ki, sana çobanlıq əmr eylədilər, sən qurdluq edərsən və pasbanlıq ismərlədilər. Sən, yəni pasbanlıq ismərlədilər, sən oğurluq edərsən. Haqqı Teala səni sultan edib padişahlıq verdi, sən şeytanlıq edərsən. Deyincə həman baş açıb sultanı mübarək xaç payına düşüb tövbə və istiğfar edib münacata başladı. Ey yar Xuda, Həzrət Mevlana sənin rizan üçün bana möhkəm sözlər söylədi və mən dəxi günaha müqirr oldum və bu təzəlli sənin dərgahınla ərz edib rəhmət ümmidinə sidq ilə rica edərəm və bu sidq biriyay hürmətinə bana mərhəmət eylə deyib bu mina hali oxudu. Ya bu mina cani oxudu. Burada görürük ki, nəzmidir. Daxil burada gedək 120-ci səhifəyə görək ki 120-də nələr var. 120-nin də sətri çox gözəldir. Yəni yazısı çox gözəl görünür. Biraz üst gedək görək. Bunun əvvəli var. Burada bir nəzm yazıbdır. Burada yəni şeydə 118-ci səhifənin A tərəfində çox gözəl bir şeirlər görürəm. Bunları oxumağa istəyirəm ki, oxuyaq. Görək nə yazıbdır. Deyəcək əshab-ı süffə lisanindən Həzrət Mevlana buyurdular beyd. Ma nəhanin z Cəbrail əmin, Cəbrail دیگر امین داریم لله الحمد شل اسرار که اخوان صفا آنا müttali olmak hasretinde heyran iken bizden dariq eylemediler deyip keşf buyurdu nazm. خاموش کن آخر آدمی دستور بودی گفتمی مرتضا سرینه مرتضا سری که نگفتنده است کس در گوش اخوان صفا çünkü Ali ol serden بیقرار olup mübarek yüzünü Ali ehtimalen Hazreti Ali ya bir ayrı Ali'dir. Elə yazılıbdır. Onu oxumağa çalışıram. Harda itirdim. خاموش کن آخر آدمی دستور بودی گفتمی سری که نگفتنده است کس در گوش اخوان صفا
burada bir Murteza yazıbdı. Ehtimalən çünki Murteza Ali ol sərdən biqərar olub, mübarək güzünü səhraya tutub, ol güyüyə baş əcib, güyüyə baş əcib söylədi, nay peyda olub, bu qədər kəşf oldu. Hətta Hazreti Şeyx Əttar məntiq teyridə buyururlar, نظم مرتضی تاهی فرود آمد به راه گفت آب آرید لشکر راز تاه رفت مردی باز آمد با شتاب گفت پرخون است چاه و نیست آب گفت پنداری ز دزد کار خویش گفت پنداری ز درد کار خویش مرتضی در چاه گفت اسرار خویش چون که خواهی از غمت آهی کنم چون علی سر را فروچاهی کنم deyip müqəddəmən zikr olunan mənayı Şeyx Əttar dəxi xəbər verdi. Vəlhasıl Həzrət Mevlana Qüddəsə Sirruh kəndi təriqində ixtiyar olunub rəqs و sima eyləməsi xali qiyas olunmayıb. Həzrət Sultan Ənbiya aleyhissalatu vesselam ol çubanə Ashab-ı Səfa ilə cəm olub otururlar ikən icazət verib ol qəvali çalıb qaval ol qəvali çalıb cümləsi məqbul edinib hətta tuyur və vuhuş və dəvə və dəvəcəklər rəqs eyləməsin bəyan edib təhrid edən murad hala olan ayin و ərkan xali qiyas eyləməyib söz sazini بیمعنی bilməyələr bəlkə el-ixlasu sirrun min əsrari istürəyyə ehtimalən bunu oxuya bilməyəcəm rəiyyət kimi oxunur rəiyyə min əhbəbtu min abdi hadisi mən əhbəbtu min abdi hadisi qudsisunun masadəqə fəhm eləyib tamam görürsünüz ki çox rahat oxunur bəzi kəlmələr şey olunmur ki 100 indi burada kitabın o cırıq tərəfinə gəlirik ki düşübdür səhvə ortadan buradan bəraq bir-iki kəlmə oxuduq gördük ki səhvənin axiri gəlmir təzəşdən buranı oxuyaq görək ki əcəba bu kitabın şeyinə gəlir ya yox yəni məfhum bundandır yoxsa bir ayrı konudur buradan bu səhvə yəni 120-nin beyinəcə o kitabdır ki adı dedik nə mənə tərcümeyi səvaqibdir tərcümeyi səvaqibin buradan o 120 B tərəfi var indi 121 ki burada yazılıbdır bu qətlən kitabda səhvə cırılıbdır amma istəyirək ki bu səhvə ki 121 A yazılıbdır əcəba bu geçmiş tərcümeyi səvaqibdir ya yox indi əvvəlindən ilə başlayıq zira bulursan ki sana baqi dəcüldür fil halli در دو علم زیرا بلورسن که sana baqi dəcüldür fil halli در دو علم huzura təbdil olur diye buyurdu və bə'dəhu buyurdu ki dünya nə mənə dünya güdəndələr başda bu necə oxunacaqdı güyudindələr be ehtimalən xalas olan güyudinlər ehtimalən güyudinlərdən xalas olan ol kimsənədir ki xatirinə bihuzurluq gəlməyə və səxi و möhsin ol kimsənədir ki rəncidə olməyə layiq olalı cümleyi bihuzur eyləməyə diye buyurmuşlardır beyt ta dərin xirqəyim از کس ما نه برنجیم و نه برنجانیم تا در این خرگه ایم از کس ما نه برنجیم و نه برنجانیم
böyle nəql olur ki, kitabın burası, yəni o qırmızı ki, böyle nəql olur, o birislərdə aynən bu cür olduğu üçün bu kitab onun davamı ola bilər, amma buradan bu hissəsini oxuyaq görək ki, nə deyir. Fəxrəddin deyir, dəst rivayət edər ki, Fəxrəddin Divdəst, ehtimalən beləsi oxunacaqdır, adı beləsidir. Fəxrəddin Divdəst rivayət edər ki, Xudavəndigar buyurdu ki, Allah eşqinə birbirinizlə ittihad üzere olun, zira Hazreti Peygamber aleyhissalatu vesselam buyururlar, buyurur, tazaştan kırmızı yine yazılır, buyurur el cemaatü rahmetun vel firgetü azabun. Mesela qoyuncuklar tenha olmağa varsalar murad üzre atliyemezler, belki qurdular helak eder. Burada bellidir ki, kitap oradandır. Biraz səfər şeydir, bəzi yerləri yaxşı yazılmayıbdır oxuması, amma oxumalı bir kitabdır yəni. Biraz da kiçik etmişdim, ona görə görmürdüm. Helak ederler. Şətmid ki, Ənuşirvan, şətmid. Burada bir şey yazılıb oxuya bilmirəm. Şəddümdəki ehtimalən. Ənuşirdan ya Şirvan, Ənuşirvan adildən sual eylədilər ki, əqlidən və malidən qəngisi yekrəkdür. Cavab verdi ki, ittifaq, yəni hər nə yerdə ki ittifaq olsa, cümlə murad hasil olur. Nitekim buyurmuşlar, yine burada bir ehtimalen mənzum ya nəzm ola, belə bir şey yazılıb, amma görək nə bilir. Rah-ı sünnət ba cemaət xoş بود، اسب با اسبان ایگایل خوشتر دود. Çünkü şişin üzre tenha rəvət, nə mənə? Çünkü şişək از ره تنها رود، برden کرکس بسی زیبا بود. Belə bir şey. Nəsr. Bəduhu buyurdu ki, bir yeri gözlə dost olun. Birbirinizlə dost olun. Zira suri ve manevi düşmenan bəsudedir. Pəsudə, yəni ehtimalən cizlidədirlər. Hər halda ki, o birisi səhifələrə baxıq görək ki, acaba o yeni kitabı da burada 140'a tərəf gedirik. Əgər olmasa, bəli. Burada kitabın axir səhifəsini oxuyaq. Yəni o ki, axir səhifəsidir, onu oxuyaq və sonra o birisindən oxuyaq. Quran-ı Azim oxudu. Fuqara-yi Mevlana xoşhal olub, nərələr ürdülər. Hazreti Mevlana bir hikayə buyurdular ki, bir şeyx nəsihət edər idi. Bir şəxs onun müridindən birisini yolda görüb, sənin şeyxin filan məsciddə vəz edər, sən nə üçün anda deyilsən dedi. Ol dərviş həman istima eyləmədən fəryad fəqan başladı. Bu ki, dedilər ki, eşitmədin, nə üçün nərə örərsən? Ol dərviş, mən bilirim ki, şeyxim hər nə dersə xubdur və mərğubdur. Deyib, zoqləndi. Kəzalikə bu xəlq aləm əgərçə məni Qur'anı bilməzlər, amma bu miqdar bilirlər ki, kəlam haqq Teala'ydır. Ol səfai ilə nərələr ürürlər, amma xub edərlər. Nüşdə bir gün Həzreti Mevlana'nın huzurunda zikr olundu ki, Ziyaüddin Qari Səb'ə xan zamanənin Əbu Hafsıdır və dövranın qalunidir. Hər gecə bir xətm edib ondan yətur. Hazreti Mevlana buyurdu ki, Cavzi Əbu Seyr imiş, amma içində nəğzi və xətti yoxdur. Zira kitab 4 qism üzrə
mebnidir. Əvvəl ibarətdir, sani işarətdir, salis lətayifdir, rabi həqaiqdir. İbadət buradan daxil kitab qurtardı. O birisi kitabın əvvəlinə başlayırıq. Bundan da biraz oxuyaq görək ki, nə olur. Dərslərin qaldırıb bugün qarşısına varıb tabu qılə ondan sonra tabu qılə. Tövbə. Ondan sonra tabu edə və yay ilə oğu yerə qoyub qalqanın arqasına bağlaya. Pəs o tabu ayrı bir şeydir. Onun mənasını bilmədim. Pəs beləsi oxular. Dərsliklərin qaldırıb nə deməkdir? Bir gün qarşısına varıb tabu qılə. Ondan sonra tabu edə və yay ilə oğu yerə qoyub qalqanın arqasına bağlaya. Ondan sonra yay oğu yerdən alıb yapı. Aha, bu kitab yay haqqındadır, savaş haqqındadır. Çünki görürük ki, nə cür məsələn yayın oxun qoyacaq yerə, qalxanını götürüb belinə bağlayacaq, sonra yayın zadını götürəcək. Burada ordu şəkli, savaşmaq, giyinmağın göstərir. Bu kitab bir kitabdır şey haqqında. Savaş imkanları haqqında ya savaşa hazır olmaq haqqında belə görünür. Ondan sonra yay oğu yerdən alıb yapınıb giyinmək. Bir oq gizliyib ata. Yay baş barmağında çörə sağ əlinə çevirə ölə bilər. Yay baş barmağında parmaq yaz var. Bir də yaz baş parmağında çevirə sağ əlinə. Verə 3 kərə salavat parmağında çevirə. Burada parmağında ola oxu ki belə tutubdu, hələ çəkməyibdi. Çevirə, salavat çevirə, parmağında çevirə, ata, tuta və daxi çəkə. Ata tuta, yəni ötürə tuta, beləsi. Ata tuta və daxi 3 kərə geri salavat parmağı da çevirə, parmağında çevirə. Dolab eyliyə ata. Dolub yəni ehtimalən çəkə axirəcən. Dolub eyliyə ata, tuta. Ondan sonra yox, yenə də bilmədim. Nə deməkdir? Bu ordu şeydir, mən bunları bilmirəm. Sonra sağ əli ilə 3 kərə tabanca ürəkirə gərü. Tabanca tapmaq şıllıq atmaqdır da. O bilirik ki, tapmaq şıllıq atmaqdır. Tabanca ürəkirə gərü, və geri sol əli ilə 3 dolub edə və daxi dolub ilə 3 tabanca edə. Sağ əlində qala tərsinə bir dolub ata, bir dolub daxi ata. Baş parmağında çevirə. 3 kərə sarğı dolub çevirə. Görürsünüz ki, çox təxəssüsü bir şeydən danışır. Fəsl. Bir dolub, bir tabanca təncidən soluna ürə. Solu ilə daxi bir dolub, bir tabanca tabancadan geri. Görürsünüz, çox bir təxəssüsü bir kitabdır və mən bunun lüğətlərini bilmədiyim üçün bunda oxuya bilməyəm. İndi bu nə mənədir? Yəni orada gördük ki, ox atmaqdan, tapancadan zaddan danışırdı. Heç birisində baş tapmadıq. Görək bu nədəndir? Dərbəyani lobi sənduqə. Əvvəla sənduqə bəkü o günə qoyalar sənduqə yanından bir bərabər çıxalar. Yay qəbzəsi ilə oğu alıb 2 əli ilə ağzı ilə bərabər tuta. Dərsliklərin qaldırə. Bir gün qarşısına varıb salam ilə yayın yaşını sənduqəyə göstərər. Oq sağ əldə qala yapınıb tabu edə. Tamam, görürsünüz ki, çox təxəssüsü bir şeydir. Mən də anlamadığım üçün buradan geçirik. Bu kitab təqribən sonda burada qurtarır.
Hər nədir, çox kiçik bir şey olacaqmış, ehtimalən də böyük bir şey olacaqmış, bilmirik. Amma orada qurtarır. Kitab-ı Sələşuran başlayır, buradan biraz oxuyaq. Kitab-ı Sələşuran təsənnüfi Əmiril Möhtərəm Bəhram Bəgi Rarğədə ya Razədə. İndi hangisi oxunsa bilmirəm. Bismillahirrahmanirrahim. Çox gözəl xətti ilə yazılıbdır ki, bu ikisi bir xəttinəndir, yəni. Elhamdülillahi Rabbil alemin vel akibetu lil muttaqin ve la udvane illa alez zalimin ve sallallahu aleyhi seyyidina ve Muhammedin ve alihi ecmaîn. Burada la udvane alez zalimin bir dəfə də demişəm. Bu müsəlmanlarda belə bir şey var imiş. Düşmən yoxdur. Zalimdən sonra heç düşmən yoxdur. Calibdir müsəlmanlar bizə deyiblər ki, kafir falan. Burada onu demir. Burada deyir ki, heç bir düşməni yoxdur illa zalim. Zalim fərq eləməz, müsəlman olsun, qeyri-müsəlman olsun, kafir olsun, heç fərq eləməz. Zalim zalim. Hətta ki, bir adam vardı, o da zalimdir. Düşmən təhti zalimdir. Ondan sonra hər kəs öz dilində, öz şeyində yaşasın. Yəni, belə bir şeyə mütəqidmişlər. Diqqət buyurun, bu Bismillahirrahmanirrahim də bunu göstərir. Yəni, Elhamdülillah, diqqət buyurun. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vel akibetu lil muttaqin. Akibət. Və la udvane illa alez zalimin. Düşmənlik yoxdur illa zalimlərə. Və sallallahu aleyhi ve seyyidina Muhammedin və alihi ecmaîn. Amma bəd, bilgil kim bu elmi silah şurluq, silah doşanmaq ya səlah şurluq, silah şurluq bəyanında əyan etdik ta kim oğuyanlara fayda ola inşallah taala. Əvvəla meydan başı təyin olunə və meydan başından tuli 3 tuta yay ilə 60 yay uzuni yerdə əvvəlki qovm vəz olunə və bu əvvəlki qovmidən 55 yay uzuni yerdə üçüncü qovm vəz olunə. Pəs indi meydan başından axirə qovmə varınca, ehtimalən qumdur bu, ola bilər qovm mən oxuram, qum olsun. Qovmə varınca 170 uzuni yerdə və bundan sonra əvvəlki qumdan meydan başından yaka 7 yay uzuni yerdə bir qovm dəxi vəz olunə. Tamam, görürsünüz ki, Sələşur kitabı deyə, amma çox şeydir. Fənn tabu nə deməkdir? Və cümlə-i həlifə olan yayına bir oq cizləyib və at bərağıb qolun geriyə verə. Qolun geriyə verə. Tamam at yola düzələcək, qolun irəliyə gətirib atın iki qulağı arasında tutub əvvəl təbliğlə vardıqda, tamam, görürsünüz, çox təxəssüsü bir şeydir və bizim əlimizdən gələn bir şey deyil. Kitab təəssüflə sonunda da naqis qalır və beləliklə qutarır. Çox bir gözəl kitabla tanış olduq. Biraz çox zədələnibdir, çox xəsarət görüb, amma insafən sevməli kitabdır. Beləliklə, bu günü istəyirəm ki, başa çatdıraq. Sağ olun, sağ qalın, bir ayrı gün Allah ömür verirsə, görüşərik. Hələlik.